nə qədərdir? 1 saat, 1 saat yarım. Hə, çox gözəl. O zaman başlayaq təlimdən. Paylaşımı Müşfiq müəllim siz edirsiniz yoxsa mən edirəm? Artıq həm YouTube üzərindən Evet. canlı yayındayıq, həm də buradan rekord olunur. Bu da bir marketinqdir. Nəzərinizə çatdırıram ki, YouTube üzərindən canlı yayım açılırsa, bunu da inkişaf elətdirmək olur. Əslində YouTube üzərindən daha rahat qazanc yolları var. Sadəcə bizdə bu rahat qazanc yolları deyəndə daha çox kontekstdən uzaqlaşırlar, daha çox bayağı video reelslərlə daha rahat pul qazanmağın yolları Azərbaycanda hədsiz çox inkişaf olub. Məsələn, Azərbaycanda TikTok platforması elə bir inkişaf olub ki, mən sosial media da gündəlik sosial media fəaliyyətim olsa belə TikTok mənim telefonumda ya kompüterimdə ya da hər hansı bir yerdə aktiv deyil. İstifadə etmirəm. Çünki bacarıqlar düzgün qurulmur Azərbaycanda. Halbuki məsələn Çində, Koreyada, Yaponiyada TikTok platformasına giriş edərkən orada çox gözəl kontentlər yaradılıb, daha çox elm sahəsində. Çində məsələn TikTok araşdırmasına girəndə daha çox qarşımıza çıxır elmi araşdırmalar. Azərbaycanda girəndə qarşımıza çıxır müğənnilər. Ona görə bu bizdə balans tam olaraq pozulur. İlk olaraq sosial mediadan necə istifadə etməliyik, onu öyrənmək lazımdır. Hansı auditoriyanı istəyirik, hansı auditoriyanı özümüzə cəlb etmək istəyirik, ya da hansısa bir məhsulumuz varmı, yaratmışıq, onun satışı ilə mi məşğul olmaq istəyirik, ya da ideyamızı video roliklərə çeviribmi biz fəaliyyət göstərmək istəyirik. Müşfiq müəllim, mən paylaşma eləmişsinizsə, mən ekranda görmürəm paylaşımı. Siz prezentasiya nəzərdə tutursunuzsa, onu mən eləməmişəm. Eləmək fikriniz var, yoxsa mən eləyəcəm. Deyəm mən eləyim. Bir dəqiqə. Çal. Aha. Yox. Deyəsəm məndə problem yaradır. Bir dəqiqə. Aha. Işıq müəllim, siz eləyə bilirsiniz paylaşımı. Mən sizi host etdim. Yəni Zoom-un sahibi kimi istədiyiniz əməliyyatı icra edə bilərsiniz. Bunu biraz əvvəldən etsəydiniz yaxşı olardı. Orada mən share hissəsinə klik eləsəz, məndə Word yoxdur deyə. Bəli, artıq açıldı, səhv etmirəmsə. Ekran Bəli, görünür. ekranınız görünür. Hı -hı. Ekran məndə çox boş olduğuna görə istifadə edə bilirik. Açıldı artıq. Bəli. Sosial media platformasında iş və optimizasiya. Deməli, platformaların seçimində xüsusiyyətləri, effektiv kontentin hazırlanması, auditoriya ilə ünsiyyətlər, analitik və performans optimizasiyası. Bunun üçün ilk olaraq biz özümüzün plan strategiyamızı qurmalıyıq. Plan strategiyası ümumiyyətlə bütün sahələrdə ilk addım olaraq həyata keçirilməlidir.
İlk biz hər birimiz planımızı qururuq. Marketinq üzərində hansı fəaliyyətləri görməliyik, hansı auditoriyaya biz çıxışımızı hazırlamalıyıq. Bunun üçün konkret olaraq nələrdən istifadə etməliyik. Sadəcə mən bilmək istəyirəm ki, bizim hal-hazırda bir neçə nəfər şəxsdən öyrənmək istəyirəm ki, konkret olaraq sosial mediada hansı işi görmək istəyir. Varsa əgər, məsələn, sual verən o bir neçə nəfər sual versin. Mən bilim ki, Facebookdan başlayıram, LinkedIn-dən başlayıram, Instagramdan başlayıram, onların storylərindən davam elətdirəcəm. Ya məsələn, Facebookda bildiyimiz kimi daha çox orta yaşlardır. Onlar buyurun Əli müəllim. Əli müəllim əl qaldırdınız. Buyurun eşidirik. Səsiniz gəlmir. Müşfiq müəllim, Əli müəllimin səsini eşidirsiniz? Ola Ola bilər bilər ki, ki, yanlışlıqla yanlışlıqla əldə deyib. Onda Fatimə xanım zəhmət olmasa danışsın. Salam, axşamınız xeyir. Salam Mən axşam. daha çox mühasibatlıq və maliyyə ilə bağlı kontent açmaq istəyirəm. Bunu Instagramda etmək istəyirəm. Necə kontent Instagramda yaratmaq istəyirsən? Mühasibatlıqla bağlı nə paylaşıb məsələn qazanc əldə etməyi düşünürsən? Daha çox mühasibatlıqda yanlış anlaşılan, bilinməyən və ya daha çox hər kəsin problem yaşadığı spesifik məsələlər varsa, bunları kiçik reelslər olaraq atmaq, bununla elə bil mühasibatın özünə reklam yaratmaq istəyir. Çünki mühasibin özü bu reklamı yaratdıqdan sonra kurs açmaq istəyir. Yəni ona görə istəyir ki, Instagramda əvvəlcə bu kontentlərlə tanısın. İndi sən bunu edərək Instagramda eləmək istəyirsənsə, bunun üçün sənin ilk olaraq auditoriya kitlen artıq bəllidir. Sırf sənədlərlə işləyən, mühasibatlıqda problem yaradan, problemləri olan insanlar daha çox əyləncə üstündə deyil də, sənin auditoriya hədəf kütlən daha çox biraz elmlə məşğul olan insanlarla və marketinqlə məşğul olan insanlarla əlaqəlidir. Bununla bağlı sən özün videorolik hazırlamaq istəyirsən, videoroliklər, reelslər ya Bəli. hazır Birbaşa kameranın qarşısına məzmunların çıxsın. özün istəyirsən ki, kamera qarşısına çıx. Bax, indi bir şey deyim. Hal-hazırda Instagram dünya üzərindən o qədər level atlayıb ki, deyək, çox yüksək inkişaf edib ki, artıq süni intellekt vasitəsilə, məsələn, siz də görmüş olarsınız, küçə sorğuları belə həyata keçirirlər. Süni intellektin proqramı var, o proqrama öz vizual görüntünü verirsən, sənin vizual görüntünə uyğun sənə müxbir verir və müxbir sənin özünə çox bənzəyir. Həmin o videoları da süni intellektdə yaradırlar. Mən məsələn sənə məsləhət görərdim ki, sən bu videoları daha çox süni intellekt proqramında yaradasan. Niyə? Çünki artıq Instagramda da və bir çox gənclərin basqın olduğu platformalarda da süni intellektlə hazırlanmış videolar daha çox baxılır. Daha çox keşfətdə olur. Süni intellekt videoları o qədər artıq hal-hazırda maraq dairəsindədir ki, bunları sadəcə sən özün süni intellektə ssenarini verirsən və sənə uyğun bir video kontekst hazırlayır. Amma hazır özün davam etmək istəyirsənsə, məsələn, Instagramda ən asan pul qazanmağın yolu ilk olaraq səhifən məsələn nə qədər izləyicin var? Səhifə izləyicilərin sənin məzmununa uyğundurmu? Auditoriyan. Sənin nə qədər auditoriyan var Instagram səhifəndə? Hesab hələ yeni açılıb, amma 100-200 arasıdır. Təxmini sənin fikirlərin, sənin o ətrafında olan o 100-200 nəfər şərh bildirəcəkmi? Bəyəni gələcəkmi? Sən onun storiesini atanda onlar o storiyə bir baxış olacaqmı? Bunlar keşfətə düşəcəkmi? Bunlar hamısı konkret olaraq Instagramda. Məsələn, mənim Instagram səhifəm müharibə dövründə 7000 izləyicim var idi. Amma hal-hazırda məsələn istifadə etmədiyimə görə artıq 3000-ə yaxınlaşıb, bəlkə də 3000-dən aşağıdır. Hər deyək ki, dövrün özünə uyğun bir problemi olur. Həmin o problemə köklənib fokuslananda daha çox ətraf yığa bilirsən.
Instagramda bu dəqiqə hər kəs marketinqi necə qazanır? Sıfırdan səhifə açır, səhifəni $40 reklama verir. Kontekstini qoyur, 2-3 dənə. Məsələn, mənim özümün şəxsən elə bir səhifəm var, düzdür. O səhifədə hansı fəaliyyəti göstərir, onu burada deməyəcəm. O səhifədə 2 dəfə reklam qoymuşam və o 2 dəfə reklam mənə il boyu qazancıma bəs eləyib. Çünki artıq qoyanda artıq daha çox mənə müştəri sifariş eləyirdi və mən artıq onun tələbini qarşılaya bilmirdim. Çünki götürdüyüm işlər ssenari ilə bağlı işlər idi. Instagramda daha çox reklama qoyanda, reklama qoyarkən də hansı hədəf kütləsinə çatacağının hər birini kontekstdə izah etməlisən. O, sən izah etdiyin, ödənişi edib, izah etdiyin formada sənə hədəf kütləsi verəcək. Ən rahat qazanc isə oradan gələcək sənə. Bir də var, sən özün axtarışla, sən özün like-la və sənin geri like, onlar sənə uzun bir zaman lazımdır onlar etməklə. Bəs hər reklam $40 yoxsa aylıq? Necə? Hər $40 bir reklamın dəyəri $40 yox, yoxsa? yox, fərqlidir. $40 bir həftəlik qoyanda səhv etmirəmsə $40-dır. 5 günlükdürmü ya bir həftəlikdirmi? Sadəcə bir marketinqə başlayarkən sıfırdan başlayırsansa, heç bir ödəniş edəcəyin bir platforman yoxdursa, platforma çevrənə uyğun olaraq kiçik-kiçik reelslər hazırlaya bilərsən. Məsələn, ilk başlayanda 3 dəqiqəlik, 5 dəqiqəlik videolar deyil də, 1 dəqiqəlik, 40 saniyəlik kiçik reelslər hazırlayıb storylərində paylaşa bilərsən. Storyləri amma, yəni ümumiyyətlə sosial media belədir ki, konkret olaraq sosial mediada fəaliyyəti saxlamaq olmaz. Sən reels atmağa başlayırsansa, Tanrı müəllim, ekranınız reelsdə görsənir. WhatsApp-a daxil hə, olmusunuz, onu bildirmək üçün. hə, indi çıxacağam bir dəqiqə. Gəldi mənə PowerPoint-a daxil Samsunov. olsaz, yəni çünki biz sizin Hə, girdim. WhatsApp-ınızı görürük. Yazışmalarınızı da gördünüz. Problem yoxdur. Hə, harda qalmışdıq? Reelslər üzərində. İlk başlayanda reelslərdən başlamaq aktivdir. Daha çox məsələn, ən çox nəyə fikir vermək lazımdır? Hashtaglara. Reelslərdə yox, amma postlarda paylaşanda bunlardan fikir vermək lazımdır. Çünki 7 dənə hashtagdan artıq qoyanda keşfətə düşmür. Bəziləri düşünür ki, 20 dənə o bildinizdə hashtag nəyə deyirəm mən? Diyez işarəsinə bağlı olaraq. Məsələn, bəziləri düşünür 20 dənə qoyanda daha çox olacaq olsun. Xeyr. 7 dənədən artıq alqoritmi pozur. Hamımız bilirik ki, Facebook'un da alqoritmi var, Instagram'ın da alqoritmi var. İndi burada bəziləri Instagram işlədir, bəziləri Facebook, bunu hamımız bilirik. Amma 7 hashtagdan artıq qoyanda o alqoritmi pozmuş olursan. Daha sonra post paylaşırsan, paylaşdığın postu girib yenidən redaktə eləyirsənsə, keşfətə düşməyin biraz gedir imkansıza. Paylaşdığın postu girib təzədən bir cümlə, bir nöqtə dəyişəndə alqoritm dəyişir. Hansı hədəf kütləsinə gedəcəkdirsə getmir. Çünki bilirik ki, burada həm Facebook'dan söhbət gedir, həm də Instagram'dan söhbət gedir. Çünki bilirik ki, alqoritmlə işlədiyi üçün sən orada girib 3 gündən sonra belə dəyişiklik eləyəndə, bəzən bir post paylaşırsan, bir ay post aktivliyini işlətmir, necə deyim, düşmür, aktivlikdən düşmür. Hətta baxırsan ki, 3000, 5000 baxış yığıb. Amma onu açıb sən bir dəfə redaktə eləyəndə baxırsan ki, aktiv bir şey idi, aktivliyi öldü. Bu artıq məsələn edilməməsi gərəkən, bu sosial media marketinqdə edilməməsi gərəkən bir şeydir. İlk olaraq bax, nə paylaşacaqsansa, konkret yazına bax, qoyduğun hashtaglar hər birini 2 dəfə yoxla, 3 dəfə yoxla, öz yazını ilk olaraq redaktə et, daha sonra yoxla, qoy, paylaş, amma paylaşdıqdan sonra redaktə etmə. Qətiyyən, ümumiyyətlə heç kim. O zaman paylaşılan heç bir post redaktə ediləndən sonra onun baxış sayı artmır, daha çox geriyə gedir. Aktiv post artıq ölü bir fəaliyyətə çevrilir.
Bağışlayın. Başqa Mənim də bir sualım olacaqdı. Məndə olur, məsələn, mən istəyirdim ki, bir zaman hesabımı Meta hesaba bağlayam, reklam vermək üçün. Meta hə. hesabdasa sadəcə yəni Facebook hesabım arxa-arxaya bloka düşürdü. Yəni heç cür eləyə bilmirdim ki, blokdan çıxardım. Hər cür olurdu, sonra bir də hesab bloka düşürdü. Yəni eləyə bilmirdim. Bunu necə eləyə bilərəm, aktiv eləyəm? Ya burada özü bir şirkət vardı, ondan danışam, onu yer bir eləyəm. Sən Facebook hesabın Instagram hesabına bağlıdır. Eyni e-mail adresindən yaradılıb hər ikisi. Yoxsa fərqli-fərqli? Fərqli-fərqli e-mail. Necə? Fərqli-fərqlidir. Mail adresləri birləşdirə bilərsən hər ikisinin mail adresini? Fərqlidir hər ikisi. Bildim fərqlidirlər. Birləşdirmə ehtimalın var. Aha, onların mail Sən hansısa şirkətin ayrı hesab açaram. Facebookunda Zaten yeni başlanmış bir şeydir. başqa bir şirkətin Facebook səhifəsini idarə edirsən sən? Yox, öz hesabıma. Öz hesabını Metaya bağlamaqda niyə çətinlik çəkirsən? Bax, bir dəqiqə mən Bildim, buradan özüm o zaman bir ayrı hesab açım. normal şəkildə burada mən öz Facebook səhifəm ümumiyyətlə ekran paylaşımı görünür, elə deyilmi? Bəli, ekranınız görünür. Hə, bax burada mənim özümün idarə etdiyim bir neçə səhifələr var və Metada aktivdir. Instagram paylaşım edən kimi də Instagram və bütün profillərimdə hər biri burada görünür. Instagram səhifəm də buradadır və paylaşımı bu səhifələrin hansından etsəm Instagram səhifəmdə də olur. Sadəcə mən orada paylaşıma qadağa eləmişəm. İndi səndə burada problem nədir? Bax, Meta Business Suite-ə girdik. Səndə burada Mənim Instagram Konkret- hesabım tanımır. Hı. Yəni bağlaya Eşidirəm. bilmirəm bunların ikisini. Meta hesaba bağlaya bilmirəm. Hə, sən Instagrama. ümumiyyətlə bağlaya bilmirsən. O artıq sən bir dənə IT menecerlə onu danışa bilərsən. Onu bura bağlaya bilmirsənsə, bunlar çünki çox rahat şəkildə e-mail adresləri ilə bağlana biləcək. Heç e-mail adresin olmasa belə telefon əlaqələndirici ilə də bağlana biləcək bir. Əgər bağlanmırsa, hansındasa problem var, o artıq bir IT menecerdən dəstək ala bilərsən. Instagramla Facebook hesabımın ikisinin də e-maili bir olsun. İkisinin e-maili bir ola da bilər. İkisinin e-maili bir olmasa belə, yəni ikisi də eyni telefondan idarə olunur. Bəli, eyni telefon internet, amma Facebook hesabım yəni planşetdə də vardı. Beləsinə. İkisi də e-mail adresi eyni olanda Metaya konkret çox rahat şəkildə bağlana bilirsən. Əgər bacarırsansa ikisinin də e-mail adresini birləşdir, bir dəfə onu yoxla. Əgər alınmayacaqsa, artıq hansısa bir texniki qüsur yaratmısan. Məsələn, ola bilər ki, məndə bir müddət problemlər yarandı Instagramda. Müharibə dövründə biz daha çox media müharibəsində olduğumuza görə çoxlu bloklanma var idi məndə ermənilər tərəfindən. Hələ də Instagram səhifəmdə invalidlik var. Hələ də tam istədiyim qədər rahat fəaliyyət göstərmir. Amma oradan reklamı da rahat şəkildə Metadan paylaşa bilirəm. Facebookla da Instagram və digər səhifələrimin hər biri bir e-mail adresimə bağlıdır. Hardasa orada 9 dənə səhifə var idi. Bəzilərini bəzən reklama qoyuram. Instagramda həmçinin. Amma hər biri bir e-mail adresinə bağlıdır. Bildim, sağ olun. Mən yenə də elə bir kontrol edeyim, şayət düzəldə bildim elə. Sağ olun. Aha, siz sağ olun. Daha sonra mən mövzu üzərindən davam eləmək istəyirəm hələ ki. Daha sonda yenə kiminsə sualları olarsa konkret olaraq sualları cavablandırardıq. Aynur xanım, bir dənə şey soruşa bilərəm sizdən. Xidmət sektoruna aid də danışa bilərsiniz, zəhmət olmasa. O da mı ChatGPT ya da animasiyalarla daha yaxşı olar biznes qurmaq, Hansı yoxsa insan özün göstərsə mi?
Hansı xidmət sektoru, konkret siz mənə sektoru deyin Təlim, zəhmət. təlim və psixologiya. Psixologiya üzrə. Bəli, bəli. Siz əgər burada sizin kontaktiniz canlı olaraq təlimlərin keçirilməsi, auditoriyanızı daha çox canlı səhv eləmirəmsə, yəni marketinq üzrə bunu istifadə edirsinizsə, canlı təlimlərin keçirilməsi, ödənişlərin olunması, təlimləri qoşulması və onlayn təlimlərin keçirilməsi. Burada artıq sırf siz özünüz öz təlimlərinizdən videolar və reelslər hazırlayıb mütəmadi paylaşımlarınızı eləməlisiniz. Bayaq da dediyim kimi paylaşımlar mütəmadi olmalıdır ki, siz hədəf kütlərinizə rahat şəkildə çatasınız. Bəzən bunun üçün həm Facebookda, həm də Instagramda hər biri bizə dəstək göstərir. Çünki eyni biz kontekstləri paylaşanda alqoritm də sənin paylaşdığın kontekstlərin fəaliyyətinə uyğun olaraq sənə hədəf kütləsi seçir. Və sən hər dəfə onlara eyni hashtagla, eyni formada paylaşdıqca hədəf kütlən getdikcə artır. Sadəcə Instagramda məsələn bunu etmək istəyirsənsə, 1-2 dəfə reklama qoy, ancaq öz videolarını paylaş, özünün danışıqlarını və reelslər mütləq hər gün mütəmadi 2 reels. Bir səhər yerləşdirə bilərsən, saat hardasa deyək ki, sosial şəbəkədən ən çox istifadə olunan saatlar səhər saatlarıdır. Bir də işdən çıxış saatlarıdır. Hardasa 8, 9, 10 arası aktivlik olur sosial şəbəkələrdə. Bax bu 8, 9, 10 arasında istədiyin video reelsi də, istədiyin postu da yerləşdirə bilərsən. Amma yox, sənin fəaliyyətin artıq psixoloji təlim, ümumiyyətlə təlim məqsədi, yəni müəllimin öz tanıtımına uyğun bir fəaliyyət olduğuna görə süni intellektlərdən bəzən baxış xarakterli istifadə edib hansısa bir video hazırlayıb yerləşdirmək olar. Amma Restlər hamısı özüm olmalıyam da restlərdə yəni. Əgər sizin burada fikriniz özünüzün biznesinizi qurmaqdırsa, öz sahəniz üzrə daha çox gəlir əldə etmək, daha çox deyək ki, sizə seanslarınıza insanlar qatılmağını istəyirsinizsə, bəli, tanıtımı sırf özünüz üzərinizdən həyata keçirməlisiniz. Öz təlimlərinizdə daha yüksək keçdiyiniz təlimlərin paylaşımlarını edərək, bu paylaşımı məsələn çox normal bir konfransda iştirak edirsiniz, çıxış edirsiniz. Mütləq orada özünüzlə bir dənə bir şəxs aparın. Sizin video roliklərinizi hazırlasın. 1 dəqiqəlik, 2 dəqiqəlik çıxışlarınızdan çox gözəl cümlələr seçərək o videoları hazırlayın video rolik formasında və onların birini, hərdən birini, ayda bir dəfə, onların birini reklama qoyaraq metada altından fəaliyyətlərinizi yazın. Məsələn, bu problemlərə görə sizə müraciət edə bilərik. Fəaliyyətlərinizi yazın, altından sosial şəbəkə hesablarınızın hər birini paylaşın. Beləliklə, siz artıq öz hədəf kütlərinizə çatacaqsınız. Ayda bir dəfə reklamını verin, ancaq hər gün story paylaşın, hər gün. Ki, səhifənin aktivliyi mütəmadi olaraq artıma doğru getsin. Sosial media belədir ki, bəzən başlayırlar, 3 gün paylaşdı, 5 gün qaldı. 5 gün qalanda 3 gün yığdığın auditoriyada gedir. 5 gün paylaşdı, dalbadal 2 gün dayandı. Biz özümüz, məsələn, mən həm də Müşfiq müəllim bilir, bax, gün boyu az saytımız var. Bax, o saytın özündə elə Müşfiq müəllim özü də admindir, mən özüm də adminəm, xəbər paylaşırıq. Saytın idarə panelinə baxırsan, xəbəri nə qədər çox paylaşırıqsa, həmin günün aktivliyi çox yüksək olur. Hansı gün ki, xəbər az paylaşılır, izlənmə də az olur, aktivlik də az olur. Hər biri paylaşımdan ibarətdir. Nə qədər çox paylaşım eləyirsənsə, ona görə də hədəf kütlən daha çox artır. Başqa nəsə sualınız var? Sayı yoxdur da, yəni nə istədiyimiz qədər paylaşa bilərik. İstədiyiniz qədər. Əlbəttə, o baxır sadəcə paylaşdıqlarınıza. Məsələn, ola bilər videolarınızda hansısa bir görüntü sosial media kontekstinə uyğun olmaya bilər. Ya bir yaralanma görüntüsü paylaşa bilərsiniz, ya hansısa bir
necə deyim, şiddət içərikli videolar paylaşa bilərsiniz ki, məsələn, ailə daxili şiddət olub, onun açıq şəkildə görüntüsü, fotosu, bunlar əngəllənəcək. Bunlar əngəllənəndə də artıq sizin platformaya müəyyən məhdudiyyətlər qoyacaqlar. Ona görə də paylaşdığınız, məsələn, siz indi dediniz psixoloji təlimlər, ola bilsin ki, bu psixoloji təlimlərdə siz ailə daxili münaqişələrlə də sizə məsələn müraciət edən insanlar olacaq. Bəzi adamlar reklam yığılmaq xatirinə belə şeyləri çox açıq şəkildə paylaşır, amma bu əlbəttə ki, ona əks təsirdir. Çünki məzmunun içərikliyinə uyğun olaraq Instagram öz alqoritmlərini işə salır və siz fəaliyyətiniz məhdudlaşdırılır. Ona görə də paylaşılan hər bir mövzu baxmalısan, kontekstə uyğundurmu, Instagramın verdiyi meyarlara uyğun gəlirmi və aşağıda simvolları çalışın 300-500 arası simvollardan çox simvol istifadə etməyin. Çünki o yazılar daha çox oxunmur. Yəni çox istifadə etsəz, məsələn, indi siz bir psixoloq olaraq müəyyən başlıqlar yerləşdirməlisiniz və kiçik orada ola bilsin tapşırıqlar da yerləşdirdiniz. Hashtaglara fikir verin, hər zaman eyni hashtaglar paylaşın. Dediyim kimi 7-dən artıq olmasın. Bu üzrə müəyyən qarşınıza məqsəd qoyub müəyyən bir plan üzrə getsəniz, auditoriya kütləniz getdikcə çoxalacaq. Hədəf Və kütlənin hərdən bir kontekstini müəyyən edəcək. Düz başa düşdüm Aynur xanım. Hədəf kütləni mən axtarmayacağam. Kontekstimə uyğun onlar özləri məni tapacaq. bəli, bəli. Siz ilk olaraq bəri başdan reklam verməyin də, bəri başdan bir neçə postlar paylaşın, lap fotolarla paylaşın, özünüz haqqında biraz məlumat verin. Məsələn, psixoloq olaraq hansı fəaliyyətləri göstərmisiniz, ya istərsəniz keçdiyiniz varsa xarici ölkələrdə təhsillə bağlı, kurslarla bağlı, bunlar haqqında biraz məlumat verə bilərsiniz. Amma storynizi hər zaman aktiv saxlayın. Yəni gün ərzində storynizə girən ən azı orada 2 ya 3 dənə story görsün. Story hər zaman aktiv olduqda, məsələn, girirsən tanımadığın bir şəxsi də, ancaq bir də bir şey də deyim. Instagram hesabınızda müəyyən bağlılıq var, yoxsa hədəf kütləsi açıqdır? Yox, açıqdır, hamıya açıqdır. Hə, o hədəf kütləsi hamıya açıq. Bax, o zaman başqa biriləri belə Instagrama girəndə sizin storyləri görmə şansınız var. O şansı bağlamamaqdan ötürü story gündə 2 dəfə mütləq atılmalıdır. 2 ya 3 dənə story mütləq atın. Səhər hansı saatlar deyirsiniz aktiv olur? Səhər daha çox 9, 10, 11 arası belə aktivlik müşahidə olunur. Bir də axşam. Axşam 9-da ən çox. 8-9 arası. 8-9, 10 arası nə paylaşsaz hiss edəcəksiniz ki, məsələn, günorta saat 2-də paylaşdığınızla axşam 8-9 arası paylaşdığınızda fərq var. Onu paylaşdıqca, yəni auditoriya kütləniz çoxalanda belə o fərqi özünüz hiss eləyəcəksiniz. Bir də bu hashtaglər, məsələn, eyni hashtag dediniz paylaşmaq. Onlar deyək ki, çox da tanınmamış hashtaglərdirsə, tutalım 3 nəfər, 4 nəfər tərəfindən. Niyə çox da tanınmamışıq? Hashtag paylaşanda ilk olaraq elə Instagramın özünün hashtagı gəlir. Instagramın öz hashtagını seçəndə, Müşfiq müəllim, neçə milyon gəlir orada, məsələn. Yəni çox, bilirsiniz, hashtag bir dənə elə yazırsınız ki, məsələn, bir dənə dağ sözü yazırsan, amma altdan baxırsan ki, məsələn, dağ sözündən bir 100 min dənə paylaşım olunur. O altdan sənə o alqoritm göstərir də bunların hər birini. Sən paylaşanda çalış, məsələn, o 7 hashtagın içində bir dənə Instagram sözü olsun, bir dənə psixologiya sözü ingilis dilində olsun, psixologiya olsun, hədəf kütləni daha çoxaltmaq üçün. Daha sonra Müşfiq müəllim, burada başqa ekran açıldı. Yox, sizin ekran görünür. Hə, məndə başqa, Aytan xanımın ekranı açıldı, o görünürdü, ona görə. Aynur xanım, biz təklif Bəli. eləyirəm ki, suallara axıra saxlayaq. Aha. Oldu. Xanım sual verdi, onu biraz danışmaq 1 istədim. milyard insan istifadə edib Instagram hashtagindən. İndi bax, Ona görə də məsələn, hər kəs Instagramda post paylaşanda məncə ilk olaraq birinci hashtag Instagram qoysa daha effektiv olacaq. İkinci hashtağı da artıq öz fəaliyyəti ilə bağlı,
təlimi ilə bağlı, təlimin adı ilə bağlı. Bunlar müəyyən vaxt dəyişilə bilər mövzu üzrə, mövzunun adları dəyişə bilər. Amma ilk birinci, ikinci, üçüncü hashtaglar yerində qalanda onlar keşfətdə fəaliyyətləri aktiv şəkildə davam olunur. Bax, burada mən daha çox ideyanın məzmunu, xüsusiyyətləri ilə bağlı danışmaq istəyirdim. Aydın məqsədlər konkret olaraq media marketinqdə nədən yararlanmaq istəyirsənsə, nə əldə olunacağı əvvəlcədən bəllidir. Müəyyən resurslar, insan, maliyyə, zaman və texniki imkanlar. Birinci texniki imkanlarımıza baxaq. Kimin necə bir texniki imkanı var? Elə insanlar var ki, əlində hər bir şəraiti var, ancaq istifadə etmir. Bu dəqiqə sosial media marketinqində fəaliyyət göstərən insanların daha çoxu bu sahədə ümumiyyətlə deyək ki, təhsil almayıb, amma kimdə iPhone 15 ya iPhone 14 varsa, çoxu sosial media marketinqlə məşğul olur. Niyə? Çünki iPhone-la hazırlanan video reelslər alqoritmlərə əsasən Facebook və Instagram daha çox kütlə hədəfinə çatmağına təkan verir. Onlardan hazırlanmış videoroliklər daha çox kütləyə hədəfə çatır. Nəinki adi telefonlardan hazırlananlar. Bundan əlavə professional kompüterlərdən, professional montajçıların da hazırladığı video kontekstlər daha çox baxış sayı yığır. Amma indi biz hal-hazırda yenə dediyim kimi bax, burada da mən slaytda da yerləşdirmişəm, süni intellektdə yerləşdirmişəm. Süni intellektdən hazırlanan video kontekstlər hal-hazırda bildiyimiz kimi hamımız bilirik ki, daha çox hədəf kütləsinə çatan süni intellektdən hazırlanmış hazır video kontekstlərdir. Burada məsələn, sən risklərini necə idarə edə bilərsən? Hər hansı bir sosial media marketinq istifadəçisi ilk olaraq nəyi paylaşmaq istəyirsə, onun ssenarisini, yəni özü danışacaqsa, o videoda nələrdən istifadə edəcəksə, onun ssenarisini hazırlayan zaman həmin mətni süni intellektdən hazırlaması. Süni intellektə mətni verərkən belə ona hiss yükləmək lazımdır. Məsələn, sən bunu şablon olaraq hazırlama mənə. Sən mənə daha çox fəaliyyət istiqamətinə uyğun olaraq insanların dilinə yata biləcək şəkildə bir ssenari qur. Yəni, belə deyərək o ssenarini əldə edib, ona uyğun video reelslər hazırlamaq mümkündür. Bəs belə deyək, sosial şəbəkələrdə yalnız video reelslərlə mi işləyirik? Yalnız video reelslər mi bizə deyək ki, qazanc gətirir? Xeyr. Adi sadə postlar, bir foto ilə qoyulan reklam məzmunlarda bildiyimiz kimi hədsiz çoxdur. Twitter, TikTok, LinkedIn bunlarda da qazanc mənbəyi çoxdur. Ancaq bizdə deyək ki, Azərbaycanda daha çox Facebook, Instagram, TikTokdur. Facebookda daha çox deyək ki, dövlət qurumlarının paylaşımları daha çox olduğuna görə Facebookda artıq dövlət qurumları demək olar hesabat şəklində Facebookları istifadə edirlər. Ancaq Instagramda daha vizual, daha reklam məzmunlu, daha maraqlı, yəni gəncləri maraq dairəsini cəlb edən videolar, video reelslər hər biri Instagramda tapmaq mümkündür. Facebookda yeni yaradılmış bir platformalar, deyək ki, Instagramda o daha əvvəl yox idi. Instagramda var idi, Facebookda yox idi. Facebook reelsləri yeni yaradılır. Bəs burada məsələn, Facebookda auditoriyanın genişliyi və hədəfləmə xüsusiyyətləri. Bunların da auditoriyanın genişliyi üçün, məsələn, Facebooka ilk daxil olan insanlar arasında sən indi əvvəlki kimi deyil də, konkret sənin kontaktında kimlərin Facebooku varsa, avtomatik olaraq onlar sənin dostluğuna gəlir. Sən amma qurduğun biznes hansı istiqamətdədirsə, biraz da Facebookda o üzrə axtarış eləyib, oradakı SEO-lara, məsələn, dostluqlar göndərərək daha çox ətraf əldə eləmiş olarsan. Hansı biznes üzrə fəaliyyət göstərəcəksənsə, o biznes, məsələn, deyək ki, gəlir İqtisadi İnkişaf Nazirliyinə dayanır. Facebookda İqtisadi İnkişaf Nazirliyinin elə nazirin özündən başlayaraq üst qurumların hər birində
dostluq təklifi, onları izləmə. Çünki sən artıq hədəf kütləni dəyişirsən də. Keçirsən iqtisadiyyatla bağlı bir iş görməyə, iqtisadi inkişafla bağlı. Başlayırsan iqtisadi inkişafla bağlı müəyyən vizual kontekstli postlar paylaşmağa. Bir foto, bir mətn. Mətn hər zaman çox önəmlidir. Çünki sənin paylaşdığın kimisə cəlb eləyirsə, o avtomatik olaraq düşür mətni oxuyur ki, daha çox maraqlı fotodur ya da videodur. Qoy mən bu mətni oxuyum, görüm bu burada nə yazıb, nə etmək istəyir, nəyə çalışır. O zaman mətnin hədəfə gəlir və ona görə də deyirəm ki, mətni yazarkən özünüz yaza bilmirsinizsə, reklam xarakterli mətni süni intellektə yazdırırsınızsa, onu da elə yazdırın ki, o reklamı bir marağı olsun. Şablon cümlələrdən istifadə etməyin heç vaxt. Çünki şablon cümlələrdən istifadə olunan kimi süni intellektin yazdığı bəlli olur və sən də bir yaradıcısansa, bir ideya ilə sosial platformada çıxış eləyirsənsə, bu sənin ideyanı konkret olaraq mənfi təsir göstərir ki, zaten artıq elə bir dövrdəyik ki, hamımız qarşımıza qoyulan mətnin süni intellektə yazıldığını avtomatik olaraq görürük. Və sənin süni intellektə yazdırdığın bir mətndən məncə ağıllı SEO'lar istifadə etməyəcəklər ki, bu daha çox süni intellektlə yazdırıb. Sən süni intellektlə yazdıra bilərsən, amma ona elə yazdıra bilərsən ki, bunu hiss etməsinlər. Süni intellektdən daha gözəl paylaşımların üçün ssenarilər yazdıra bilərsən. Süni intellektin pro variantları var. Mən özüm istifadə edirəm. Ödənişli variantlarından istifadə edirəm. Hazırda məndə açıqdır. Sonra tətbiqində videoları yaratmaqla ki, ssenarini qurub verirsən, qurduğun ssenariyə uyğun sənə videolar hazırlayır. Bunların hər birini süni intellektə eləyib onun paylaşmaq mümkündür. Sadəcə hədəf kütləni doğru seçib ona uyğun olaraq dostluqları, əlaqələri genişləndirmək lazımdır. Sosial media ümumiyyətlə elə bir şeydir ki, istər Facebookda, istər Instagramda, istər YouTube kanalında, hansından asılı olmayaraq sosial çevrəniz genişlənməlidir. Siz tanınmalısınız. Şəxslərin də indiki problemi nədir? Tələsirlər. Bu dəqiqə olsun. Mən bir video qoyum YouTube'da, səhər ayılım ki, mən məşhuram. Bu biraz çətin mövzulardır. Sən hədəf kütləni zamanla idarə edə biləcəyinə görə, zamanla özünə cəlb edə biləcəyini. Mən məsələn 2010-dan Facebookum var, amma mən hələ indi Facebookdakı dostlarımdan deyək ki, razıyam. Niyə? Çünki öz fəaliyyətimə uyğun olaraq hər biri Elm və Təhsil Nazirliyinin deyək ki, orqanlarıdır, universitetlərdir, orta məktəblərdir, idarələrdir, təhsil sektorlarıdır. Artıq mənim hədəf kütləm bunlardır. Çünki mən onların reklamı ilə məşğulam və onlar da mən paylaşdıqlarımı mütəmadi olaraq aktiv şəkildə paylaşır, şərh yazır, öz səhifələrində paylaşır. Bunlar da mənim reklamımı daha çoxaldır. Və mən bu hədəf kütləsini birdən-birə mi qazandım? Yox, mən 2010-dan Facebook səhifəm açıqdır. 2018-ci ildən tam açıq şəkildə istifadə elədik. Sosial platforma kimi istifadə elədim. Məzmun tərtibatçısı kimi istifadə elədim. Yəni, müəyyən zaman lazımdır. Öz auditoriyanı düzgün şəkildə özünə cəlb edə bilməyin üçün. Bəs, belə deyim, Instagramda açdığınız hansısa bir reklam səhifəniz, işlə bağlı açdığınız səhifənizdə hərdən öz şəxsinizlə bağlı da paylaşımlar edin. Bunu niyə deyirəm? Çünki biz ölkəmiz hamımız bilirik ki, məsələn, çox biraz xoşqədəmsevər, biraz zaursevər ölkə olduğuna görə biraz şəxsi bir-birimizin həyatı çox maraqlı gəlir bizə. Onun fəaliyyəti, insanların fəaliyyətindən çox şəxsi bu insan kimdir, şəxsi nə iş görür? Şəxsi bəzən paylaşımlar etmək lazımdır. Məsələn, mən indinin özündə belə 5000 izləyicim Facebookda olsa belə, bir dənə deyək, şəxsi paylaşım eləyəndə ona bir 500 like, 300 yazı gəlir. İşimlə bağlı paylaşım eləyəndə o qədər heç vaxt gəlmir, belə deyək. Ona görə də bəzən şəxsi paylaşımlar edərək də
demirəm ailənin içindən. Yox, şəxsən zaten siz bu platformanı yaratmısınızsa, üz qabığı olaraq özünüzü qoyacaqsınızsa, özünüzün durmadan iş paylaşmayın. Bəzən istirahətinizi paylaşın, bəzən hansısa bir gəzintidən bir görüntü paylaşın. Bizim insanlar bunu sevir. Bizim insanlar görsəlliyi sevir. O görsəlliyi çünki bizim insanlar məsələn düşünür ki, Instagramdakı həyat həqiqətən də gerçəkdir və hər kəs Instagramdakı həyatı yaşamaq istəyir. Ona görə də Instagramdan çıxıb Facebooka girib, Facebookdan çıxıb təkrar Instagrama girib yaşayan insanlar var. Biz bunların hamısını bilirik də. Yəni bunlar biraz da bizim problemlərimizdən biridir. Ona görə də çalışın, bəzən məsələn mən Instagram səhifəmdə ümumiyyətlə mən şəxsi paylaşımlarım da çoxdur. İşlə bağlı çox paylaşmıram. Amma Facebookda paylaşımlarında şəxsi fotolar da paylaşıram. Çünki mən həm təlimçiyəm, həm sayt işlədirəm, həm özüm redaktoram, həm qrant layihələr yazıram, layihələr üzrə təlimlər həyata keçirirəm. Ona görə də bəzən paylaşımlarımın hər birində zaten o iclaslarda olduğuma görə özüm də varam. Və müşahidə də edirəm ki, özümün olan fotom daha çox baxış yığır. Ona görə şəxsi simanızdan istifadə edəcəksinizsə, sırf işlərlə bağlı yox, hərdən bir şəxsi istirahətiniz, özünüz, məsələn, maraqlandığınız bir kitabla bağlı, səhər-səhər işdəykən bir kofe ilə bir paylaşım edə bilərsiniz. Bunların hər biri auditoriya kütlənizi biraz da artıracaq. Mən buradakı yazını oxumadan biraz da danışdım. Auditoriya ilə effektiv ünsiyyət və idarə etmə necə olur? Sosial mediada interaktivliyi yaratmaq, suallar, sorğular, müzakirələrin təşkili. Bunları necə edə bilərsiniz? Artıq müəyyən bir hədəf kütləsinə çatdıqdan sonra storylərdə yaza bilərsiniz. Gündə olmasa da həftədə 2 dəfə sual yerləşdirə bilərsiniz storinizin içində. İlk olaraq dediyim kimi bunu şəxsi fotonuzdan da edə bilərsiniz. Məsələn, paylaşdığınız bir kofe latte, altına da bir sual qoyun ki, hansı kofeni xoşlayırsınız? Ya americano yazacaq, ya nə bilim macchiato yazan olacaq, ya raf yazan olacaq, hər hansısa bir kofe növündən yazan olacaq. Artıq başlayırsan sən hədəf kütləndən söhbət eləməyə. Məsələn, sabahınız xeyir, gününüz uğurlu olsun, günə necə başladınız? Psixoloq orada xanım belə bir mənə dedi ki, yəni psixologiya ilə bağlı açıram. Məsələn, story yerləşdirəndə bəzən belə bir kiçik bir sual qoya bilər. Gününüz uğurlu olsun, günə necə başladınız? Hədəf kütlənə yavaş-yavaş inteqrasiya eləməkdir, onları özünə cəlb eləməkdir. İzləyici reallığını artıran kampaniyalar və tədbirlər. İzləyici reallığını artıran kampaniyalar artıq sənin səhifən çox yüksək bir səviyyədə olmalıdır ki, deyək 5000K deyək də, ya nə bilim nə qədərsə olmalıdır ki, sən izləyicilərini artıq sponsor vasitəsilə hədiyyələr verərək, müəyyən kampaniyalar keçirərək izləyicilərinə daha çox özün qazandığın kimi də izləyicilərin də hansısa bir gəlir əldə etməyinə nail olmuş olursan. O zaman sənin əgər marketinqin artıq varsa və fəaliyyət göstərirsə, daha çox izləyicilərə çatmaqdan ötürü kiçik kampaniyalar həyata keçirə bilərsən. Deyək ki, yenə qayıdım psixoloq xanıma. Mən ilk olaraq ona görə mən tamaşaçılar auditoriya ilə danışmaq istədim ki, bilim bəziləri hansı işdə, hansı fəaliyyəti var, hansı marketinq qurub. Ona görə təkrar qayıdıram. Məsələn, o psixoloq xanımın müəyyən bir artıq auditoriya hədəfi olduqdan sonra orada nə edə bilər? Kiçik bir post paylaşa bilər, bir foto paylaşa bilər ki, oxuduğum bu kitabda bu nüansları çox bəyəndim. Bu paylaşdığım postdan deyək ki, 1500-cü like-ı kimdən gələcəksə, bu kitabı ona verə, hədiyyə edəcəm. Belə kiçik postlarla, kiçik hədiyyələrlə auditoriyanı daha çox əldə etmək bacarığın yaranır. Daha çox auditoriya ilə bir də aktiv necə saxlamalıyıq? Mütləq DM-lərin hər birinə cavab verməlisiniz. Yəni arxaya gələn mesajların hər birinə cavab verməlisiniz. Ondan əlavə aktiv necə saxlamalıyıq? Postunun altına yazılan şərhin hər birinə cavab verməlisən.
sən postunun altına 50 dənə şərh yazılıbsa, hər birinin bir-bir bəyənməlisən, ona cavab verməlisən. Yox, artıq buna vaxtım yoxdur deyirsənsə, sosial media hesabını deyək ki, istifadə edəcək bir şəxs götürə bilərsən özünə. O sənin sosial media hesabını qiyməti yazmırlar. Bu nədir? Orada yazılar gedir Müşfiq müəllim. Mən o yazıları oxuyaqmı? 46-ya yaxın yazı gəlib. Xeyr, onlara mən indi baxıram. Suallar olduğu təqdirdə sonda sualları verərlər iştirakçılar. Siz davam edə bilərsiniz. Orada bizə uyğun bir suallar var, yoxsa? Baxıram indi, siz narahat olun. Hə, TikTokda kim kiçik biznes qurmaq istəyir, bilmirəm. Mən TikTok hesabı Azərbaycanda TikTok biznesi o qədər bərbad bir vəziyyətdədir ki, ümumiyyətlə TikTok hesabı istifadə etmirəm, amma yenə də onunla bağlı da kiçik bir məlumatlandırma verərəm. Baxın, mən sizə dedim, storytelling, hekayə anlatımı, nəzr o, bunlarla bağlı artıq danışdım. Danışandan sonra slaydı çevirirəm. Məsələn, Instagram kanalınızı daha çox necə aktiv eləyə bilir? Mənim məsləhətim odur ki, YouTube kanalınızda olsun, YouTube'da story reelsləriniz olsun. YouTube'da paylaşdığınız reelslərin linklərini Instagramda da storylərdə paylaşıb linki də bioya yerləşdirə bilərsiniz. Beləliklə, hər iki platformada fərqli hədəf kütlələrinizi birləşdirərək daha geniş hədəf kütləsinə də çata bilərsiniz. Məsələn, müəllimsinizsə, təlimçisinizsə, bu istiqamətdə videolar çəkəcəksinizsə, bunlardan video reelslər də daha çox həyata dair kiçik-kiçik video reelslər hazırlayıb YouTube kanalında yerləşdirə bilərsiniz. Auditoriyanın ehtiyac və maraqlarının təhlilini birazdan eləyərik. Sosial media analitikası və performansın qiymətləndirilməsi. Analitika alətləri ilə tanışlıq, Meta, Google Analitik, açar performans göstəriciləri və onların təhlili, əhatə dairəsi, danışdıq, izlənmə və qarşılıqlı əlaqələr. Qarşılıqlı əlaqələr, məsələn, siz bunu, yenə də dediyim kimi, buna həm zaman, həm də səbir lazımdır. Məsələn, sizi izləyən şəxslərdən paylaşılanları siz də bəyənirsiniz, bəzilərinə şərh bildirirsiniz və müəyyən zamanla baxırsınız ki, siz bəyəndiyiniz insanlar sizin də paylaşımlarınızı bəyənib şərh yazır. Bu da özünə auditoriya seçməkdir. Bu da özünə hədəf kütləsi toplamaqdır. Girdim, elə postu paylaşdım, storyya yerləşdirdim, yazanlara geri cavab yazdım, yox. Başqalarının da hədəflər, paylaşımlarını bəyənmək, onlara cavab yazmaq, onlara şərh bildirmək, like qoymaq, bunların hər biri bunları mütəmadi etdikdə, həm də başqaları deyəndə daha çox sənin hədəf kütlənə xitab edə biləcək insanlar. Məsələn, deyək ki, sən IT sahəsi üzrə bir reklam yerləşdirirsənsə, bir çox IT sahəsi üzrə səhifələr mövcuddur, aktiv səhifələr mövcuddur. Həmin o səhifələrin özündə də bəyənmək edə bilərsən, paylaşımlar edə bilərsən. Məsələn, mənim reklama qoyduğum səhifəm elə bir səhifədir ki, məsələn, mən bilirəm ki, mənə müraciət edənlər belə o səhifəni bəyənməyəcəklər. Çünki özəl yazılım fəaliyyəti göstəririk. Amma bəyənməsələr belə, DM-də durmadan mənə mesajlar gəlir ki, mən bu işi yazdırmaq istəyirəm, mən bu işi yazdırmaq istəyirəm və mən oradan artıq müştərilərimi götürürəm. Ona görə də DM-i də mütləq aktiv şəkildə cavablandırmaq lazımdır. Mənə yazana 10 dəqiqə mən cavab yazmasam, o gedəcək özünə başqa bir dənə həmin o işi görəcək, o yazını yazacaq şəxsə müraciət edəcək. Zamanında hər birini yazan kimi avtomatik olaraq cavablandırmaq lazımdır və mütləq önəmlidir. Performansın özü də elə, bax, həmin bu danışdığımız strategiyaların hər birini siz optimallaşdırsanız, əgər özünüzdə zəif məqamları müəyyənləşdirsək, məsələn, zəif məqamın nədir? Girdim, bugün 2 dənə post paylaşdın, amma heç kəsə şərh bildirmədin.
Girdin bu gün 2 dənə reels hazırladın, yerləşdirdin. Reelsləri də çalışmaq lazımdır ki, yenə deyirəm, qaydaq ssenariyə. Ssenarini bəzən süni intellektə vermək də yaxşıdır, bəzən yaxşı deyil. Özümüz yazanda uzadırıq ssenarini. Süni intellekt qısa şəkildə sənə veriləcək məzmunu da yazıb verir. Bəzən ondan da istifadə eləyirik. Sən çəkdiyin 30 saniyəlik videoda reelsləri 30 saniyə üzərində qurmağa çalışın. Çünki bəzən məsələn WhatsApp-da belə səs atanda 30 saniyədən artıq səs dinləyəndə artıq insan beyni yorulur. O bəzən məsələn biri açıb təsadüfən çıxıb sənin reelsin onun qarşısına. İlk 2-3 cümləndən sonra çevirə bilər. Sən o ilk 2-3 cümləni elə yazmalısan ki, o onu çevirməsin. Arxasına bax, maraqlı gəlsin də. Həmin o reels maraqlı gəlirsə, onun artıq arxasını izləmək istəyəcək. Və arxada gələn cümlələr yorucu və uzun olmamalıdır. Qısa, konkret fikrini və məqsədini bildirməlisən. 3 cümlə ilə bildirməlisən. Amma bu 3 cümlə ilə 20 saniyəlik reelsin 5000 baxış da ala bilər. Bunların hamısı sənin biraz strategiyanı düzgün quraraq məqsədini doğru şəkildə müəyyənləşdirib həmin o reelsi, videonu yaratmaqdır. Mən indi təklif eləyirəm ki, yenə əgər kiminsə sualı varsa, keçək sual-cavab mövzusuna. Mən sualları oxuyuram indi. Mən də oxuya bilərəm, Şükrü müəllim, yoxsa ancaq siz oxuya bilərsiniz. Mən Oxuya sadəcə baxa bilərsiniz, problem yoxdur. Sadəcə bilərəm. Instagramdan satış etmək. Instagramdan Rəysət Əlibəyova. İlk o gəldi gözümə. Instagramdan nəyin satışını etmək istəyir Rəysət? Zəhmət olmasa mikrofonu açsın, desin Instagramdan nəyin satışını həyata keçirmək istəyir? Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir, buyurun. Bizdə belə bir şeydir, mən Subalkən rayonunda qalıram. Mən daha çox gənclər arasında 19-29 yaş arası gənclərdə master klasslar təşkil etmək istəyirəm. Master klasslar məsələn rəsm master klassıdır, aksesuarlar hazırlanmasıdır və yaxud da təlimlərin keçirilməsidir bu mövzularda. Artıq səhifə açmışam, reyslərdir, postlar hazırlanmasıdır, gündəlik olaraq storylərin paylaşımlarda hər gün yeni yetirəm. Amma satış mövzusunda biraz sıxıntılar yaşayıram. Buna görə Instagram satış mövzusunda sizdən məsləhət almaq istəyirəm. Sən hansı rayonda yaşayıram dedin? Necə? Hansı rayonda yaşayıram dedin? Balakən rayonu. Balakən rayonunda. Sən hədəf kütlən Balakən rayonunda, yoxsa ümumiyyətlə ölkə üzrə sən satışı həyata Xeyr, Balakən və Zaqatala gənclər arasında. Balakən və Zaqatala. Deməli, sənin hədəf kütlən burada bəllidir ki, sırf Balakən və Zaqatala gəncləri sənin hədəfindədir, elə deyilmi? Bəs bu gəncləri hardan tapa bilərsən? Instagramda necə tapa bilərsən? Əslində belə deyim, mən özüm Balakən Gənclər Kariyer Mərkəzinin könüllüsüyəm. Oradan gənclərlə həm Zaqatala Balakən gənclər arasında qarşılıqlı əlaqədə oluruq. Yəni Instagramda bir-birimizi takibləşirik. Əsasən də artıq onlara eləyir. Daha sonra şəxsi səhifəmdə də daha çox Balakən və Zaqatala gəncləri takib edirəm və yaxud da onlardan qarşılıqlı əlaqədə söhbət eləməyə çalışıram. Presləri onlara göndərirəm, xahiş edirəm ki, yaxınlarına paylaşsınlar, oradan müştəri cəlb eləməyə çalışıram. Özüm Zaqatalada təhsil alıram, universitetdə oxuyuram, qrup yoldaşlarımla qarşılıqlı əlaqədə oluram. Belə ümumi söhbət ortamlarında onlara deyirəm, belə bir xidmətlərimiz var, yeni başlamışam və s. Səhifəm haqqında məlumat verirəm. Zəhmət olmasa, satışla bağlı olan xidməti deyərdiniz bir də zəhmət olmasa? Master klassların hazırlanması üzrədir daha çox gənclər üçün. Rayonumuzda belə şeylər pasiv olduğu üçün yeni bir şey gətirmək istəyirəm. Master klass təlimlərini istəyirsən ödənişli olaraq həyata keçirəsən, elə deyilmi? Ödənişli də var, ödənişsiz də var. İki cür formalaşır. Sən bunun üçün əgər öz zonanda tam olaraq bütün təlimlərinə konkret ödənişli həyata keçirmək istəyirsənsə, biraz özünə yatırım etməlisən. Bir şey yadımızda saxlamalıyıq ki, hər zaman yəni itməyən yatırım bizim təhsil yatırımıdır, özünə edilən yatırımdır. Bunun özünə yatırım necə etməlisən? Məsələn, rayondan çıx.
Balaçan Zaqatala da mən həmişəki Zaqatala üzrə region təmsilçiyəm Azərbaycan müəllimində. Yəni oralara da gəlirəm, hərdən təhsillə bağlı. Həm də təbiətinizi çox sevirəm, ona görə bəzən gəlirəm. Sən necə oradan çıx? Çalış Bakıda keçirilən çox deyək ki, hansısa bir yüksək bir konfransa qatıl, orada iştirak elə, hansısa layihələrə qatıl, orada təlim fəaliyyətini davam elətdir. Sənin oradan kənarda tanıtımın lazımdır, başa düşdün? Bu biraz Instagram üzərində sırf həyata keçirməyindən əlavə biraz oradan kənarlaşmağın lazımdır və onların postunu hazırla. Məsələn, bu gün Bakıda bu təlimə qoşuldum. Onunla bağlı paylaşım et. Özünlə bağlı fərqli yerlərdə, fərqli həm keçdiyin təlim, həm qatıldığın təlimlərlə bağlı mövzular yarat, kontekstlər yarat. Bu istiqamətlərdə, məsələn, təlim fəaliyyətimiz başlayır. Bəs bundan əvvəl hansı fəaliyyəti görmüsən? Məsələn, bunun hansı ölkə üzrə deyək ki, keçirilən hansı bir konfransına qatılmısan? Biraz özünə yatırım etmən lazımdır sənin daha çox. Çünki səndə elədir ki, hər hansı bir necə deyim, belə bir məhsul deyil də, biz bunu reklama qoyaq və deyək ki, bu bir oyundur və o daha çox uşaqlı anaların səhifəsinə axtaraq tapaq ya reklamı o üzrə göndərək. Səndə elədir ki, sən onu Instagram üzərindən əldə edə bilməyəcəksən. Niyə? Sən Instagram üzərində nə qədər baxış sayı toplasan belə, sən sırf konkret olaraq Balaçan Zaqatala rayonunda fəaliyyət göstərirsən. Sən bununla bağlı fəaliyyət göstərdiyin rayonun qurumlarına müraciət elə. Məsələn, təhsil idarələrinə, təhsil sektorlarına müraciət elə ki, ola bilsin, ya məktəbdə hansısa bir təlim keçmək istəyirəm. Biz, yəni fəaliyyətim də var bununla bağlı. Kiçik bir fəaliyyət keçirək, kiçik bir ödənişlə daha sonra bunu davam elətdirə bilərsən. Layihələrə müraciət eləyə bilərsən, qrant layihələrə müraciət eləyərsən. Bunun üçün, çünki səndə elədir ki, sosial mediada nə qədər tanınsan da, sən sırf öz rayonunda yerləşən yerli əhaliyə xitab etməyin üçün yerli əhali biraz səni rayondan kənarda da tanımalıdır. Mənə elə gəlir. Bəzən də, məsələn, biz buradan durub Balaçana Zaqatalaya təlimlərə gəlirik. Niyə? Ehtiyac olur. Müşfiq müəllim özü də dəfələrlə Balaçana təlimə gedib, səhv etmirəmsə. Oradakı çevrə biraz, necə deyim, maraqsızdır özünü inkişaf elətdirməyə. Bu baxımdan paytaxtda fəaliyyət göstərmək daha əlverişlidir. Məsələn, Mingəçevirin özündə də, Mingəçevir Dövlət Universiteti var, tələbələrimiz var, ancaq özünü inkişaf elətdirmək üçün özünə yatırım qoyan tələbələrimiz gəlin görək varmı? Bugünkü reallıqdan danışaq. Özünü inkişaf elətdirmək üçün hansısa təlimlərə ödəniş eləyən nə qədər tələbə var? Tələbə əlinə pul düşür, deyir təlimə getməyim, özümə istifadə edeyim, gedim özümə bir dənə ya paltar alım, ya gedim hardasa bir yerdə oturum, məkanda oturum, şəkil çəkdirim, paylaşım. Bundan ötürü biraz öz reklamını, tanıtımını eləyib, bir də sırf gənclərlə deyim, yetinmədə auditoriyanı biraz daha geniş tutmağa çalış. Balaçan Zaqataladan çıxaraq biraz fərqli rayonlarda da fəaliyyət göstərməyə çalış. Çünki yerli qurumlar belə sən hansısa bir təlim müəyyən bir məbləğ qarşısında keçəcəyini deyirsənsə, o da deyir ki, məsələn, o məbləğə Bakıdan filan kəsi gətirərəm. Sən indi özünə elə bir yatırım eləməlisən ki, o Bakıdan filan kəsi gətirməsin də, gəlsin səndən xahiş eləsin ki, mən sənə bu qədər ödəniş eləyim, gəl mənim təlimimi keç. Bunun üçün də, məsələn, öz fəaliyyətlərini daha çox reklam elətdirməlisən. Instagram sənə burada necə kömək eləyə bilər? Sən o saydığın o ki, bu işləri görmüşük və paylaşımlar da eləyirsən. Görürsən, məsələn, Instagram burada sənin dostluqların qurulmasına köməklik eləyir. Səndə daha çox dostluqlar var da, hədəf kütləsi də var da, sadəcə sənin gəlir əldə etmək istədiyin sahə üzrə hal-hazırda o qədər təlimçilər yetişib ki, o qədər auditoriyası geniş olan insanlar yetişib ki, sən burada biraz daha çox, nə deyim,
vəziyyət çəkməli olursa. Başqa nə var orada? Instagram və TikTokda kiçik biznesimi inkişaf etdirmək istəyirəm. Həcər Abbasova kimdir? Instagram üzərindən məntiq dərslərinin tədrisi Sevil xanım. Sevil xanım, Instagram üzərindən bir çox giririk, məsələn, artıq deyək ki, özəl tədris mərkəzləri çoxdur, hədsiz çoxdur və özəl tədris mərkəzlərinin reklamı da şəxsi reklamlardan daha çox olur. Siz yaxın çevrənizdəki auditoriyanızdan yetər qədər hədəf kütləsi yığmayıb Instagramdan yığırsınızsa, deməli siz bu Instagram üzərindən məntiq dərslərini onlayn keçmək istəyirsiniz. Məntiq dərslərini də onlayn keçmək üçün keçin WhatsApp qruplarını. WhatsApp qruplarının əhatəsini genişləndirməyə çalışın. Məsələn, bir WhatsApp qrupu yaradın, şəxsi sırf məntiq üzrə. Həmin o WhatsApp qrupunun reklamını Instagramda yerləşdirin. Əgər Instagramda yetəri qədər kütləniz varsa. Yetəri qədər kütləniz yoxdursa, məntiq dərslərinizdən ən güclülərini, deyək ki, tərəzini izah eləyirsiniz, neçə nəfərsə tələbəyə, gənclərə onunla bağlı videolar çəkin. Çox yox, 1 dəqiqəlik, ya 40 saniyəlik o videoları çəkib mütəmadi şəkildə məsələn yerləşdirə bilərsiniz. Hər gün məntiq dərsinizdən bir reels paylaşın. Canlı hansısa bir məsələnin izahını paylaşın. Bunları etdikcə və hər hansı bir güclü məntiqçinin səhifəsinə, məsələn, mən sizi izləyirəm, siz burada bir doğru cümlə qurdunuz. O zaman onun səhifəsində də görəcəklər ki, siz də güclü məntiqçisiniz ki, həmin o məntiqçiyə münasibət bildirirsiniz, fikrinə, səhvinə ya da düzünə münasibət bildirirsiniz. Özünüzü tanıtmaqla o auditoriyanı, bax, bayaqki xanım Rəisət xanım idi, səhv eləmirəmsə, özünüzü tanıtmaqla o auditoriyanı yığa bilərsiniz. Məsələn, biz özümüz övladlarımızı hazırlığa qoyarkən ilk olaraq nə edirik? Soruşuruq. Onlayn belə mən hazırlığa qoyanda, əgər onlayn hazırlığa qoyuramsa övladımı, o müəllimin bir kiçik CV-sini baxıram, araşdırıram. Video təlimlərinə baxıram CV-si deyəndə. İndi hər birimizin CV-miz əlbəttə ki, sosial platformalarımızdır. Məsələn, mən Facebookda bütün fəaliyyətlərimi, harda işləmişəm, harda işləyirəm, hansı layihələrimi həyata keçirmişəm, hansılar hal-hazırda həyata keçir, hər birini Facebookda yerləşdirmişəm. Facebookda məsələn, hansısa bir idarə məni işə götürmək istəyən deyək, Facebook səhifəmə girsə, avtomatik mənim bütün fəaliyyətlərim orada qeyd olunur. Siz özünüz də indi Instagramda bu fəaliyyətlərinizi yerləşdirərək öz, deyək ki, CV-nizi möhkəmləndirmiş olursunuz. Sizin CV-niz də sizin öz təlimlərinizdir. Məntiqlə bağlı, mütəmadi, özünüzün olmasın, özünüzdən də paylaşın deyə, özünüzdən story paylaşdınız. Axşam məntiq dərsinizdən story paylaşdınız. Səhər tezdən hansısa bir güclü məntiqçinin dünya üzrə deyək, ya xarici üzrə güclü bir məntiqçinin 20 saniyəlik bir reelsini də səhər-səhər paylaşın. Belə-belə hədəf kütləniz çoxalacaq. DİM-in ən çox məntiqdə qoyduğu problemləri araşdırın, onunla bağlı bir ekspert olaraq rəy bildirin, həmin o problemi yerləşdirin. Burada da sizin hədəf kütləniz artacaq. Aynur xanım, mən bir sualım olacaqdı. Buyurun, kim idi? Bayaq demişdim, psixologiya ilə bağlı. Bütün mövzumu psixologiya ilə həll elədim. Buyurun. Mən indi bir kurs yaratmışam onlayn şəkildə, bir aylığı ödənişsiz. Gələn həftədən başlayacağıq da, insanın özünü tanıması ilə əlaqədardır. İnsanlar gəlirlər, maraqlanırlar, yəni qatılanlar çoxdur, 100-ü keçmişik artıq. Qrupumuz var, WhatsApp qrupumuz. Sadəcə mən sosial mediaya çox da meyilli insan deyiləm, amma görürəm ki, dövrümüzün tələbidir. Məsələn, təlimlər keçirirəm, insanlardan o qədər xoş geri dönüş alıram, amma onu mən paylaşmıram, sözün açığı, heç bir yerdə paylaşmıram. Mütləq hər birini paylaşmaq lazımdır. İnsanların, bir də siz psixoloqsunuzsa, belə deyək də, özünüz də psixoloji olaraq bilirsiniz ki, hər şey dəngə ilə çalışır da. Siz o insanların sizə olan o təşəkkürlərini də paylaşmalısınız ki, daha çox təşəkkürlər gəlməsi üçün. Yəni,
bilirik, məsələn, əvvəlki dövrdə mən özüm də deyək, bəlkə də sizlərlə 88 təvəllüdəmsə, bizim dövrlərdə sosial media yox idi, daha çox televiziya və amma artıq görürsüz, mən özümü o qədər inkişaf elətdirmişəm. Mən ümumiyyətlə televiziya qarşısında oturmuram, açmıram da, heç film də izləmirəm. Biz dövrün tələbinə ya uyğunlaşmalıyıq, ya da geri düşməliyik. İndi bizim etdiyimiz nədir? 40 yaşımız da olsa, 45 yaşımız da olsa, 35 yaşımız da olsa, sosial media nə qədər inkişaf eləyirsə, neçə dənə qolu var, əl çatanlığı varsa, biz maksimum hər birindən faydalanmalıyıq. Mənim xoşum gəlmir deyiriksə, mənim də xoşum gəlmir. İstəmirəm, nə Facebook hesabımı istəmirəm, nə Instagram, ümumiyyətlə heç bir hesabım olsun istəmirəm. Rahat oturum kofemi içim, yəni bunu istəyirəm, amma işim budur axı mən. Mümkün deyil. Artıq biz dövrlə ayaqlaşmaq zorundayıq ya da bağlayıb kitabı evdə oturub davam etməməliyik. Yəni ön Bir, çıxarma şəklində qoyuram mən onları, amma post eləmirəm. Posta mı lazımdır? o? bir çoxumuzun da bu evdə oturmaq kimi bir şansı yoxdur. Çünki hər birimiz qazanmalıyıq. Siz necə paylaşırsınız? Ön çıxarmaya qoyuram. Yəni belə post şəklində paylaşmıram. Nə elanı paylaşmıram, nə də belə. Sadəcə hekayədə qoyuram. Və ön Hekayə nə aktivliyini bitirir, 24 saat sonra aktivliyini bitirir. Bəlkə Yox, hekayənə bax. təşəkkürləri ön çıxarmada qoyuram, qalsın. Hə, orada qoyursan, orada qal. Onları qoymuram. 24 saat sonra yox olur. Niyə? Niyə yox ola? Reelsdə paylaşdın. Reelsdə deyək 20 saniyəlik bir video paylaşdın. Girib o videoya baxırlar, elə deyil. Həmin o videoya aid olan bir dənə foto yerləşdirib altına 10 cümləlik bir dənə mətin yerləşdirə bilərsən. Məsələn, o reelsinə baxıb girib ona baxan orada bir şərh də yaza bilər, bəyəni də edə bilər. Nə qədər yadınızda saxlayın, sosial mediada nə qədər aktivsinizsə, aktiv demirəm, kimisə reelslərinə baxasınız, kimisə videolarına baxasınız və s. Özünüzün işinizi aktiv şəkildə ortaya qoyursunuzsa, onun sunumunu nə qədər gözəl edirsinizsə, o qədər də çox hədəf kütləsinə çatacaqsınız. Çox sağ olun Aynur xanım, minnətdaram. Sağ olun, mən təşəkkür edirəm. Başqa hamısı Instagramla bağlı oldu. Instagram üzərində Instagram kimi fəaliyyət göstərmək üçün. Xəyalə Səfərova kimdir? Buradadır hal-hazırda. Axşamınız xeyir, bəli, buradayım. Salam, axşamınız xeyir, hər vaxtınız xeyir. Buyurun. Mən Instagram hesabımda demək olar ki, çoxdan da deyəndə, yəni çox uzun müddət deyil, amma müəyyən bir müddətdir, bir neçə aydır bu Instagram kimi fəaliyyət göstərməyə başlamışam. Sadəcə olaraq istədiyim kütləyə düşə bilmirəm. Məsələn, mən paylaşdıqca baxıram, klassik kitablar var və yaxud da dedektiv kitablar var. Baxıram ki, məsələn, insanların daha çox bəyəndiyi, yəni hədəf kütlə olaraq mən ümumi kitablardan paylaşıram, amma baxıram insanların daha çox bəyəndikləri tutaq ki, dedektiv kitablardır. Artıq mən başqa bir janr paylaşdıqca demək olar ki, onun aktivlik sayı da, nə bilim, onlar bir çox sayda aşağıya düşür və mən onun qarşısını ala bilmirəm. Yəni sizcə bu sadəcə insanların necə bəyəndiyinə doğru yönəltməliyəm mən bu hesabı, yoxsa necə? Yox, insanların necə bəyəndiyinə görə yönəltmə. Sən artıq kitab deyək ki, reklamı ilə bağlıdırsa səndə. Məsələn, Aha, mən bəli. daha çox Ali Nünonu izləyirəm. Məsələn, hansısa bir kitab alacamsa, onların səhifəsini izləyirəm. Bax, məsələn, Ali Nünonun səhifəsindəki postlara, paylaşımlara baxmısan ümumiyyətlə sən? Onlar necə Bəli, paylaşır? demək olar ki, storylərdə və sairədə Alvəninondan paylaşmağa çalışıram. Hə, onlardan paylaşımlar götür. Mən elə bildim sən artıq şəxsi öz brendini qurursan, onlardan paylaşımlar götürürsən. Daha çox sənin hədəf kütlən nə qədər izləyicin var? Hal-hazırda 500-ə yaxındır. Hal-hazırda 500-ə yaxındır. Aktivliyini sən necə deyim, hədəf kütləni çoxaldıqca onlara takılmayasan. Çünki hər insanın fərqli düşüncələri var, amma Azərbaycanda hamımız bilirik ki, kitab oxuyanların %80% ya dedektiv oxuyacaq, ya Rövşən Abdullaoğlu oxuyacaq. Aç Rövşən Abdullaoğlu'nun kitablarını paylaş, hamı bəyənəcək. Yəni bəzən də
sən bütün necə deyim, hədəf kütləni maarifləndirə bilməzsən. Hədəf kütləsi səndən nə istəyirsə, o istiqamətdə bir müddət paylaşımlarını artır, çoxalt. Nə qədər ki, hədəf kütlən genişlənir, genişləndikcə hərdən bir fərqli istiqamətlərdə də paylaşımlar elə. Amma sənə daha çox nəyi tövsiyə edirəm? E, Əgər bacarırsansa, süni intellektin ödənişli, bayaq dediyim kimi, pro versiyası var. Orada kitablarla bağlı çox gözəl animasiya reelslər hazırlaya bilərsən. 10 saniyəlik, 15 saniyəlik həm çox gözəl kitabın içindən, məsələn, sən deyirsən ki, 100 ilin tənhalığı kitabından mənə 10 dənə cümlədir. Bunu normal süni intellektdə deməyin heç vaxt. Çünki onlar yazanda, adi süni intellektlər yazanda kitabın içindən deyil də bəzən uydurma yazırlar. O sənə necə deyim, mənfi yaradar. Amma əlində varsa pro versiyası, 100 ilin tənhalığı kitabından Gabriel Garcia Marquez mənə 5 dənə sitat ver. Bəzən kitabın içindən hansısa sitatlar paylaşaraq, bayaq dediyim kimi, bir kofenin yanında hansısa məşhurun sitatını paylaş, yaz, onu paylaş. Amma hal-hazırda Azərbaycanın hədəf kütləsi Rövşən Abdullaoğludur, Elxan Elatlıdır, Çingiz Aytmatovdur. Bütün gənclərimizin niyəsə oxumaq istədiyi bu 3 nəfər şəxsin kitablarıdır. Hədəf kütləri çoxaltmaq istəyirsənsə bunlardan amma mən məsələn bir söz deyə bilərəm. İndi burada bəlkə də çoxları mənə qarşı durar. Mən Rövşən Abdullaoğlunu 2018-dən başladım oxumağa, 2019-dan. Kimsə yoxdur, bu şəhərdən başladım və onun hardasa bir 8 romanını oxudum. Reyslər üzərində uzanmış adamdır, Abadondur və s. və s. Və oxuyandan sonra təhlil elədim ki, mən biraz da ekspert olaraq təhlil etməyi xoşlayıram. Mən təhlil elədim ki, bu adam konkret olaraq dünya ən məşhur Amerikan psixoloji deyək ki, yazarlarının senarisinə uyğun yazarlar. Yəni bu adamda plagiatlıq var. Götürür Amerikan, Azərbaycanda da nə sevilir? Psixologiya. Bu adam götürür onlardan plagiatlıq eləyir, bu kitabları çıxardır və bizimkilər də durmadan o kitabları, o travmalar, o tragediyalar, bizim insanlar da bunları sevir. Əslində biz beyinlə dəyişməliyik də, görək o dəyişənə qədər sən məcbursan ki, hədəf kütlən istədiyi formada daha çox içərik ürətəsən. Çünki sən artıq hədəf kütlə analiz eləmirsən. Konkret olaraq bilirsən ki, hədəf kütlən səndən nə istəyir. Onların istədiyini verib daha artığını da yaradıb verirsən ki, yəni bunlar var. Bununla hədəf kütləni genişləndirməlisən. Hələ ki səndə yeni yarandığına görə qarşı çıxıb hansısa mövzu bildirmək nətər deyim, iqtidarında deyilsən hədəf kütlənə. Anladım. Çox təşəkkürlər. Mən təşəkkür edirəm, buyurun. Başqa, orada Nihat Eyvazlı var, bilmirəm, əl qaldırıb sual vermək istəyir, yoxsa sual vermək istəyirsə buyursun, eşidirəm. Nihat bəy, Nihat Eyvazlı, əl qaldırıb, əl işarəsi qalıb, ona görə baxdım. Yəqin səhvən də ola bilər. Salam, Dilarə xanım, buyurun. Mən çantaların satışı ilə, eko çantalar satışına məşğulam Instagramda. Amma heç cürə irəli gediş yoxdur. Yəni storylər paylaşıram, post paylaşıram, amma satış, yəni ümumiyyətlə satış yox, yəni baxış da azdır. Mən necə eləməliyəm? Instagram səhifəniz, siz harda ümumiyyətlə fəaliyyət göstərirsiniz? Bakıda. Bakıda fəaliyyət göstərirsiniz. Instagram səhifənizdə deyək ki, nə qədər izləyiciniz var, izləyici Çox kütləsinə? azdır, yəni 15-20 belə. Siz onun satışını axı edə bilməzsiniz. Siz hələ ki hədəf kütlənizi çoxaltmalısınız. Daha sonra belə siz onun satışını edə bilərsiniz ki, səhifənizi avtomatik olaraq reklama qoya bilərsiniz. Reklama qoyduqda satış əldə edə bilərsiniz. Yox, reklama qoymursunuzsa, sizin səhifəniz gərək ən azı 5K-nı, 5K-da deməyəyim, ən azı bir 3000 üstü olsun ki, artıq real satıcılara çata bilərsiniz. Sən o qədər ümumiyyətlə izlə. Birinci olaraq, yox, əgər deyirsən də ki, mən
ödənişlə eləmirəm səhifəmi, yəni ödəniş eləyə Yox, bilmirəm də. ödəniş də olur. Hərdən o ödəniş də olur. Yəni olur. O Amma zaman artım olmur. Baxış sayı da az olur. E, yəni bilmirəm necə artıra bilərəm onu mən. reklama qoyursunuz siz səhifənizi. Bəli. Hərdən qoyuram. Yəni da ardıcıl olaraq deyil, Siz daimi ümumiyyətlə olaraq deyil. reklam qoymağın qaydasını bilirsiniz ki, məsələn, reklama qoyanda onlar sizə müəyyən punktlar verirlər. Hansı hədəf kütləsinə çatmalısan, hansı sən orada hər birini seçirsən. Məsələn, satışla bağlıdır, reklamın orada çünki hər biri var. O ona uyğun alqoritmi Instagram işə salır, sənin verdiyinə uyğun. Sən onlar Aydın. sən onları seçirsənmi hamısının dəqiqliklə Yox, punktları? tam da yox. Tam da yox. Ona görə də alınmır. Yəni Onu mən əslində qalsa mən Instagramı tam bilmirəm, təzə başlamışam. Bilmək istəyirəm, yəni hələ ki öyrənmək istəyirəm. satışı konkret olaraq təcili satış etmək Yox, istəyirsənsə, yox, ümumiyyətlə yox. Elə satışı da istəmirəm ki, mütləq bu gün mən satış edeyim. Sadəcə olaraq izləyicini artırmaq istəyirəm, amma onun da düzünə qalsa yolunu bilmirəm. Tam hələ olaraq bilmirəm. hələ ki məsələn axtarışa verib gündə 10 nəfər, 15 nəfər dostluq göndərə-göndərə, səndə deyək ki, eko çantalardırsa, daha çox ekologiya ilə bağlı axtarışlar ver. Həmin səhifələri izlə. Həmin səhifələrdəki hansısa bir ekoloji tədbirlərin falan altına şərh yaz. Bizdə məsələn bir dənə reklam hazırda kiçik iki cümlə. Bizdə eko çantalar mövcuddur. Əlaqə nömrəsi və Instagram səhifəsini yaza bilərsən. Onu digər o böyük ekologiya ilə bağlı paylaşım edən böyük səhifələrdə şərh olaraq yerləşdir. Baxın, bunun özü də bir önəmlidir. Bunun özü də bir reklam strategiyasıdır. Şərh olaraq yerləşdir. Orada deyək 20 nəfər eko insanlardan bəlkə ikisini cəlb elədi. Eko çanta satır. Qoy biz girim səhifəsinə baxım. Bir də səhifədə məsələn neçə dənə çantaları yerləşdirmisiniz, neçəsini yazmısınız. Hardasa 10 dənə, 10 Tamam, ədəddir. təzəsiz də nə olub, niyə bu qədər səbirsizsiniz? Bir ora bir 200 dənə çanta yerləşdirin, onların qiymətlərini yerləşdirin, yaxşı olacaq hamısı. Aha, Bir çox sağ olun. Minnətdaram. Siz də sağ olun. Bir də dediyim kimi səhifənizi reklama qoyarkən orada sizə Instagramda, Facebookda hər biri də sizə müəyyən punktlar və meyarlar verir. Konkret sizə sual qarşınıza məqsəd qoyur. Hansı hədəf kütləsinə çatmaq istəyirsiniz? Sizin reklam etdiyiniz məzmunun içəriyi nədən ibarətdir? Bunların hər birinin düzgün strategiya ilə siz seçsəniz, alqoritmlər fəal şəkildə sizə müştəri cəlb edəcək. Təşəkkürlər. Çox sağ olun. Mən təşəkkür edirəm. Siz də sağ olun, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Buyurun, Nihat bəy, işdirəm. Bayaq səs aça bilmədim, ona görə sual verə bilmədim. Problem yox. Mən sualım belədir. Deməli, rəqəmsal marketinqdə esimdə ümumiyyətlə, yəni rəqəmsal marketinqin özündə AI-ın buradakı rolu belə demə nə qədərdir? AI-ın bura mənfi, müsbət təsirləri haqqında məsələn məlumat verə bilərsinizmi? Özünü bir dənə, sən bir dənə bir özünü təqdim et zəhmət olmasa. Mən bilim ki, məsələn, sən neçə yaşın var, harda oxuyursan, ya harda işləyirsən, ya bir də məlumat verirsən. 25 yaşım var. Yəni bu sahədə işləmirəm, düzdür. Amma belə deyim, çox maraqlanıram. Bir çox sahələrdə məsələn mən Coursera-dan zaddan da məsələn belə deyim, Udemy-dən kurslar götürürəm, proyekt menecment kursları, AI kursları. Məsələn fikir verirəm ki, bir çox sahələrə AI-ın belə deyim, çox böyük təsirləri var da. Məsələn belə deyim, belə bir məsələn şeylər danışılır ki, xüsusən məsələn AI məsələn bəzi işlər əvəz eləmək kimi. Məsələn proyekt menecmentdə məsələn belə deyim, o qədər çox istifadə olunmur AI. Orta istifadə olunur, az istifadə olunur. Məsələn proyekt menecmentdə məsələn o qədər də böyük bir təsiri yoxdur da, belə deyim. Prosta mənə maraqlı olan kimi rəqəmsal marketinqə də belədir. Yəni çox böyük təsiri yoxdur ya da tam əksinə böyük təsiri varmı? Və mən AI məsələn burada nə qədər bilməliyəm? Hə, tam əksinə rəqəmsal marketinqə süni intellekt videolarının, kontekstlərinin birbaşa təsiri çox güclüdür. Hal-hazırda da mən elə təlimə başlayanda da bundan bağlı danışdım, dedim.
Bilirsiniz necədir? Konkret olaraq biz bilirik ki, artıq süni intellekt dövrüdür. Süni intellekt bacarıqlarımızı nə qədər inkişaf elətdirsək, biz dövrdən o qədər rahat şəkildə gedə biləcəyik. Məsləhətim odur ki, süni intellekt chatbotları alın. Yəni kimin varsa bu yenə özünə yatırımdır. Bu chatbotlardan düzgün istifadə. Bəzən biri deyir, mənə nəsə göndərir, deyirəm düzgün istifadə etməmisən. Deyir necə ki, deyirəm düzgün danışdırmamısan süni intellekti. Onu danışdırmağın da yolları var. Məsələn, yazır. Promptlar olmalı. Düzgün Bəli, promptlar məsələn, olmalı. süni intellekt bir ədəbiyyat siyahısı yazdırır süni intellektə. Götürür oradan kopyalayır qoyur. Amma mən ədəbiyyat siyahısı verəndə deyirəm o ədəbiyyat siyahısını Ameyanın kitabxanasından uyğunlaşdır görün. Mənə verdiyin o 10 dənə Azərbaycan ədəbiyyatı Ameyanın kitabxanasının elektron bölməsində var yoxsa yoxdur? Süni intellektin özünün beyni yanır, gedir onu axtarır, araşdırır, həqiqətən var, yoxsa o mənə onu uydurma verir. Süni intellekt son vaxtlar adi, sıradan süni intellektlər hər şeyi uydurma verir. Niyə? Çünki artıq insanlar pro versiyalarından istifadə edir, yəni ödənişli chatbotlardan istifadə edir. Ödənişli chatbotlar da sənə versə belə, onu belə yoxlamaq lazımdır. İlk olaraq süni intellektlə nə yaradırsansa, bütün kontekstlərini süni intellektlə yaradırsansa, yoxlayaraq etmək lazımdır. Bir. İkincisi, İkincisi süni intellektlə bağlı videolar yaratmaq sosial media marketinqdə hal-hazırda viraldır. Hamımız bilirik. Bəziləri özünü müxbir olaraq yaradırlar, küçə reportajları hazırlayırlar və çox maraq göstərir. Bəziləri Pixar 3D animasiyalardan video roliklər hazırlayırlar. Bunlar da çox maraq göstərir. Əgər sosial mediada rahat şəkildə pul qazanmaq istəyirsənsə, hər hansı bir, məsələn, məşhurun səsindən də istifadə eləyə bilərsən. Siz necədir? Orada daha çox süni intellektlərin chatbotları hər biri ayrı funksiyanı daha güclü inkişaf elətdirmiş olur. Birinə səs effektini yükləyirsən, birinə ssenarisini yükləyirsən, daha sonra videonu əldə etməkdən ötürü konteksti yazırsan, ssenarini yazıb verirsən. Ssenarini yazıb verdikdən sonra o sənə çox gözəl, güclü bir kontekst hazırlayır verir, video hazırlayır verir ki, və o videonu sən baxırsan ki, bunu paylaşsan, hə, bu viral olacaq. Həqiqətən də elə olur. Baxır artıq sən o videonu harda paylaşacaqsan. Süni intellekt videoları daha çox Instagram reelslərində də aktivdir, amma YouTube-da süni intellekt reelslərini paylaşaraq YouTube-dan da gəlir əldə edə bilərsən. YouTube da bu alqoritmləri çox dəstəkləyir və çox hədəf kütləsinə çatdırır. Facebookun özündə də paylaşa bilərsən, amma daha çox məsələn gəlir qazanc əldə eləmək istəyirsənsə, süni intellekt videolarını hazırlamağı yəni çoxdandan öyrənməmiz lazımdır da. Mütləq öyrən. Ola bilsin ki, sahən tam fərqlidir. Mənim də sahəm fərqli ola bilər. Süni intellektlə əlaqəm yoxdur, amma hal-hazırda mən bütün işlərimi süni intellektdə gördürürəm. Çünki dövrün tələbi budur. Bir də belə deyim də, nətər deyim sizə, məsələn, şəxsi biznesdə yox, məsələn, tutaq ki, mənim şəxsi biznesim yoxdur, ya da şəxsi, məsələn, səhifəm yoxdur. Amma məsələn, mən hansı bir şirkətdə, məsələn, rəqəmsal marketinq mütəxəssisi kimi işləyirəm və ya SMM kimi işləyirəm. Yəni, yenə də mav lazım ola bilərmi? Mütləq lazımdır. Mütləq. Mən də Nazirliyin Mətbuat Xidmətində, mətbuat orqanında region təmsilçisiyəm. Amma mən süni intellektlərin kitab belə yazıram, yazdırıram. Video kontekstlər də hazırlatdırıram. Məsələn, xoşuma gələn hər hansısa bir görüntünü, ssenarisini yazıram sonra proqramına. Deyirəm, mənə video rolikini ver. O 15 saniyəlik, 20 saniyəlik, ödənişdən asılıdır. 20 saniyəlik video rolikini verir. Mən həmin o video rolikdən istifadə edirəm. Məsələn, sahəm deyil, hər birini öyrənirəm. Çünki hal-hazırda mən belə deyim də, redaktoram, saytlarda da xəbər mətnləri, yəni xəbər mətnləri ilə məşğul olan bir şəxsəm. Və mən hal-hazırda bilirəm ki, bütün digər nazirliklər də daxil olmaqla, nazirliklərin üst qurumlarındakı çalışanları belə, hər biri post paylaşımlarını belə süni intellektə yazdırırlar. Çünki cümlələrdən uyğunluq, oxşarlıq, bunları biraz analiz eləyəndə bunu görürsən. Özünü inkişaf elətdirmək istəyirsənsə,
Sən məsələn deyirsən ki, hansısa bir şirkətdə SMM mənə lazımdır. Əlbəttə lazımdır. Elə şirkətdə SMM-sən, SMM reklamını süni intellektdə özün yarat. Onu yaratdır. Gör səninlə möhtəşəm reklamlar yaradacaq. Bəli, bəli. Mən özüm deməm, yəni bunun üçün kurslar almışam. Yəni həqiqi onun işləmə qaydası çox fərqlidir. Yəni belə deyim də, Zaman çox lazımdır buna, vaxt lazımdır, zaman ayırmalısan. İndi mən bir şey də deyim ki, mən bunları artıq o qədər vaxt zaman ayırıram ki, özümə ayıracaq zamanım qalmır. Əgər özünə zaman ayırmaq istəmirsənsə, deyək 2 il, 3 il bütün inkişafını özün üzərinə, yatırımını özün üzərinə qurmağı düşünürsənsə, o zaman süni intellektin bütün funksiyalarını, chatbotlarını, işləmə qaydalarını hər birini öyrən və öyrəndikcə müəyyən kontekst yarat, yaratdıqca onu səhifəndə paylaş. Şəxsi səhifəndə paylaş. İnan ki, müəyyən bir müddət sonra, deyək 5 ay sonra, 4 ay sonra sən görəcəksən ki, sən artıq öz portfolyonu çox super şəkildə yaratmısan. Sənə şirkətlər özləri müraciət eləyəcəklər. Çünki baxacaqlar portfolyona, o süni intellektdən adam gör nə yaradıb. Bu video superdir, ya bu kontekst çox gözəl işlənib. Bunların hər biri sənin öz portfolyondur. oldu. Çox sağ olun. Təşəkkürlər. Gözəl izah verdiniz. Mən təşəkkür edirəm. Buyurun. Müşfiq müəllim, buyurun. Sizin də sualınız var, eşidirəm. Aynur xanım, istəyirsiniz yekunlaşdıraq, siz də çox yorulmayın. Artıq 1 Sizin saat vaxtı- yarımdır Olur. danışırsınız. Qoy Leyla İstəyirsən- xanım sözünü desin. Mən istəyirəm Leyla xanım da sözünü desin. Buyurun. Buyurun. Çox sağ olun, bölmədiniz sualımı. Mən bu sual vermək istəyirdim ki, mənim bir işim var. Bir halda hansı ki biz TikTokda və Instagramda aktivik, yəni reelslər, storylər və reklama qoyuruq. Çox yaxşı geri dönüşlər olur, amma sadəcə bir problem var ki, burada yazılanlar olmur. Sizcə səbəb nə ola bilər burada? Harda yazılanlar olmur? Bir də zəhmət olmasa deyərdi. Yəni masterclass keçiririk məsəl üçün. Bunun storiesində paylaşırıq, reklama da qoyuruq və reels də paylaşırıq belə deyim. Ən çox Instagram üzərindən gedirik. Amma masterclass-la bağlı maraqlananlar olur. Yəni nə vaxtı, yeri falan belə deyim, qiyməti falan. Amma yazılan olmur. O baxımdan soruşuram ki, orada məsəl üçün problem nə ola bilər? Problem hədəf kütlənin azlığı ola bilər. Hədəf kütlənində tam olaraq çatmamısan. Maraqlanırlar. Deməli sən düzgün postlar paylaşırsan, reelslər paylaşırsan ki, maraqlanırlar. Sadəcə maraq dairəni genişləndirməlisən. Hədəf kütləni tam çatmaqdan ötürü şəbəkəni genişləndirməlisən. Ümumiyyətlə sosial şəbəkədə kim qazanc əldə etmək istəyirsə, ilk olaraq öz şəbəkəsini qurmalıdır. Şəbəkələşməni genişləndirməlidir ki, çox auditoriyaya çatsın. O hədəf kütləsinə çatdıqdan sonra paylaşımlarını davam elətdirməlidir. Sənin yəqin müəyyən auditoriyan var. Nə qədərdir bu Instagram səhifə? 2000-dir, 2K-dır. Sadəcə şəbəkə deyəndə nəyə nəzərdə tutursunuz? Onu anlamadım. Şəbəkə ümumiyyətlə bax, məsələn hansısa bir biz layihəyə qatılırıq, deyək layihə idarə eləyirəm mən. O layihəyə 30 dənə şagird cəlb eləmişəm. Həmin o şagirdləri təlimlərə cəlb eləyirəm. 30 şagird fərqli-fərqli məktəblərdəndir, elə deyil. Amma Bəli. eyni amala görə bir məktəbdə yığılıb təlim keçirilir və onlar bir-birini tanıyırlar, bir-biri ilə əlaqə qururlar, bir WhatsApp qrupu yaradılır və bu şəbəkələşmədir. Fərqli insanların eyni fikirlər üzərində bir-birini tapması, tanıması, bir-biri ilə münasibət qurması, hansısa bir fikir mübarizəsi aparması, bunların hər biri şəbəkə daxilindədir. Ona görə məsələn mən bu gün təlimlərimdə də deyirəm ki, nə qədər çox şəbəkələşmənizi düzgün şəkildə həyata keçirsəniz, o qədər də çox kütləniz olar. Kütlədir ki, hansı ki, sənin şəbəkən sənin necə deyim, hazırki iş tələbinə uyğunlaşan bir şəbəkə olmalıdır. Yəni networking belədir, başa düşürəm. Bəli, bəli də network. Community qurulması. Tamam. Hə. Sən biraz çalış ki, şəbəkəni daha genişləndirəsən. Reklam da verib genişləndirə bilərsən. Daha maraqlı biraz da kontekstlər hazırlayıb, bayaq dediyim formada hashtaglarla elə eləyə bilərsən ki, keşfətə düşə bilər. Çünki 2000 də az deyil. Çalış ki, kütləni biraz çoxalt. Kütləni çoxaltdıqca gələcək. Çox sağ olun. Maraqlandıqca gələcək.
olacaq. Siz də sağ olun, buyurun. Burada Mənim sualım bitdi. başqa nəsə sualınız var yoxsa? Yox, Leyla xanım bağladı. Burada advisor var. Kimdə o Müşfiq müəllim? O da əl qaldı. Salam, hər vaxtınız xeyirli olsun. Səsim gəlir? Gəlir, buyurun. Hər vaxtınız Ə, xeyir. Mənim TikTokda müəyyən bir kitləm var. Onu səliqəli bir şəkildə Instagrama daşımaq istəyirəm. TikTokda kütlən, məsələn, TikTokda sənin paylaşımların nə üzərində? Daha çox kontekstlər Avtomobil nədir? avtomobil videolarının, yəni çəkilişi üzrə, bir də montajı üzrə. Avtomobil satışı ilə də məşğulsan, yoxsa? Yox, xeyr, belə deyim də. Ancaq onların, yəni başqaları paylaşanda necə çəkib, necə montaj eləyə bilər, onları öyrədirəm. TikTok hesabının adına uyğun eyni adla daha doğrusu Instagramdadır səhifən, yoxsa orada fərqli adlar var artıq onu Yox, eləmək. açmamışam hələ, istəyirəm açım, yəni ora daşıyım da, belə deyim. TikTokda nə qədərdir izləyicin? 54K. Hə, əla. Daşımaq ham aktivdir. Məsələn, paylaşım edəndə Ə, bəyənir. 54K-nın 38-40K-sı aktivdir. Yəni O zaman müəyyən. TikTokda müəyyən artıq qazanc əldə eləyə bilirsən. Mən belə başa düşdüm. Gəlirin olur da müəyyən yoxsa? Orta, bəli. Orta olur. İlk olaraq Instagram səhifəsi açacağınla bağlı TikTokda elan ver, mütəmadi elan ver. Instagram səhifəsinin adını, Instagram səhifəsinin deyək ki, TikTokda hansı fotonu qoymusansa, rahat şəkildə onları ora daşımaq üçün deyirsən. Hansı fotonu qoymusansa, o profildə Instagramını yaradırsan, oradakı adlardır, oradakı məzmun uyğunluğu, o içəriklə elə TikTokda yaratdıqlarını həm reelslərə yerləşdirib, həm də deyək ki, paylaşımlara yerləşdirdiyin zaman zaten bilavasitə oradakıları, o hədəf kütləsini ora daşıya biləcəksən. Sadəcə olaraq ilk 10 gün ərzində Instagram səhifənin durmadan TikTokda reklamını yerləşdir. Ki eyni səhifədir, orada da davam olunacaq, orada daha maraqlı videolar yerləşdirəcəyik, orada canlı yayım açacağıq və Instagram səhifəsində hədəf kütlən gəldikcə canlı yayımları başlar, reelslərini artır, digər deyək ki, maşın səhifələri ilə bağlı hansısa bir fikir mübarizəsi yarat, bundan bağlı bir diskussiya həyata keçir. Ona görə çətin gəlməyəcəksən, yetəri qədər kütlən var hazırda. Sadəcə biraz digər səhifənin reklamını digər səhifədə eləyərək balansını qurub onları ora daşıya bilərsən. Asan olacaq. Bəs TikTokda paylaşdığım içeriğin eynisini Instagramda da paylaşsam, onun keşfiyata düşmə ehtimalı var. Yəni mənim bildiyim qədərilə bir yerdən videonu paylaşıb başqa yerdə eynisini paylaşanda tutmur normalda. Sən TikTokda paylaşırsansa, TikTokun loqosunu yerləşdirirsənsə, artıq o TikTokun necə deyim, kəşfiyyətinə gedirsə, o yox, oradan qazanmağın olmayacaq. Yəni o alınmayacaq. Ora ayrı videolar hazırlamağı İkisinə məsləhət. də ayrı-ayrı belə baxıram. Düzdür? Bəli. Bəli. Amma o səhifələri yenə də bir-biri ilə əlaqəli paralel şəkildə istifadə etsən, TikTokdakı izləyicilərindən Instagramda da faydalana biləcəksən. Başa düşdüm. Hı -hı. Çox sağ olun, minnətdaram. Siz də sağ olun, uğurlar sizə. Mən də sizə Təşəkkür. minnətdaram. Son bir burada Sevil xanım yazıb, hansı süni intellekt məsləhətdir? Hansı süni intellekt məsləhətdir? Ödənişli süni intellekt dedim mən sizə. Baxın, elə burada mən istəyirəm. Mən hal-hazırda paylaşım edə bilirəm, Müşfiq müəllim. Bəli, ekranınız görünür. Ekranım görünürsə, mən süni intellekt proqramı, baxın, bunu bağlayım, siz görəcəksiniz. Ekran təkrar qayıdım. Baxın, süni intellekt proqramı bu ödənişlidir məndə. Burada görürsüz, More model. Bax, ChatGPT-nin fərqli modelləri var. Burada daha çox writing, yəni yazılama daha çoxdur. Sonra məsələn,
e, burada məsələn fotonu düzəldən daha 4 ilə düzəldirəm. Burada var məsələn storing əsaslı marketinq burada marketinq strategiyasını yaratmaq üçün auditoriyama daha təsirli məzmunlar təqdim etmək. Baxın görürsüz, şəxsi brendinqim üçün storytelling əsaslı marketinq və sair və sair. Məsələn, ağlıma qəşəng bir ideya gəlib. Yazıb başlayırsan süni intellektlə söhbət eləməyə. O sənə deyir ki, videonu belə qur, sən ona deyirsən ki, ya bunu belə eləyim, ya onu elə eləyim. Belə bu sonra proqramı artıq deyək ki, mən istəyirəm burada video sonra proqramı daha çox video kontekstin hazırlanmağına daha yaxşıdır. Burada məsələn mən bir müharibə iştirakçısının haqqında qısa bir ssenari vermişdim və onun döyüş zamanı bizdə həqiqətən olmuş belə bir hadisə var idi. Onun döyüş zamanı canavarın yaralanmasına və canavara kömək elədiyi ilə bağlı bir kiçik bir kontekst vermişdim. Görürsüz necə video hazırlayıb mənə. Bunu bir neçə dənə. Yəni məsləhət edə biləcəyim, baxın görürsüz, ağ canavardır, əsgərin getməyidir. Belə videoları özümüz hazırlada bilərik. Əsas bizə nə lazımdır? Əsas bizə lazımdır ki, biz burada necə? Bir şey soruşum. Mənim sizinlə maraqlıdır. Bəzi o trendlər olur. Bəlkə görmüş olarsınız. Bu daha çox bəzi türklərdə var, bir də xarici bloqerlərdə mən görmüşəm. Sanki öz gündəliyini paylaşır, amma arxa fonda onu bir izah edən bir şəxs olur da. Tutaq ki, deyirəm, Çilem Akardı, bu ingilis müəlliməsidir, Londona gedir. Bu Londona getdiyi zamanı bloqu çəkir. Həmin o arxa fonda bloqda onu biraz yargılayıcı, biraz yumor təzyiq qataraq maraqlı kontent yaradır. Əgər istəsəniz Instagramda baxa bilərsiniz Çilem Akarın o son postuna, Londraya gedən postu və onun kimi son olan trendləri belə deyim də, biz onları necə tapa bilərik, hardan tapa bilərik? Yəni mən ChatGPT yazıram, o tam mən nə istədiyimi başa düşmür. Bax, sən öz videonu bura yerləşdirirsən. Bax, mən elə bu sonra proqramını açdım. Burada öz videonu yerləşdirirsən. Daha sonra başqasının səsinə mətni verirsən. Səsə uyğun olaraq. Bax, məsələn, mən burada prompt hazırlatmışam. Bu insan, yəni tanıdığım bir şəxs deyil. Amma səs verməmişəm də. Səsi də başqa birisinin səsi ilə hazırlayırsan. Mən buradan çıxıb İnşallah qayıda bilsəm sizlə canlı söhbətə. Hə. Verirsən chatbota, kimin səsini istəyirsən seçə bilərsən. Sənə daha çox maraqlı gələn, dinamik səsi olan, əyləncəli səs modeli seçə bilərsən. Və səs modeli seçəndə də müəyyən chatbotun öz səsindən deyil də daha çox belə deyək, hansısa sosial media reklamçısı deyək, bunların da səsindən istifadə edə bilərsən. O səsi 4 saniyə nümunəsini atsan kifayətlidir. 4 saniyə, 5 saniyəlik bir nümunəsini atırsan süni intellektin chatbotuna və digər yerə də ssenarini yerləşdirirsən. Mən bununla bağlı bir neçə dənə videolar göndərəcəm. Qrupda mən səhv eləmirəmsə yoxam. İndi yekunlaşanda Müşfiq müəllimə sırf həmin o chatbotların, həmin siz dediyiniz formada, səslərlə videonun hazırlanması formada qaydasını hansı chatbotlardan, süni intellekt proqramlarından əldə etmək mümkündür. Bununla bağlı bir-iki dənə video mən göndərəcəm Müşfiq müəllimə. Müşfiq müəllim zəhmət olmasa qrupa göndərər, siz orada ona baxarsınız. Tamamdır, çox sağ olun. Aha, siz sağ olun. Müşfiq müəllim, yekunlaşdıra bilərik artıq. Çünki mən artıq danışa bilmirəm, boğazım olur. Xanım, çox sağ olun olun. dəvətimizi qəbul edib gəldiyiniz üçün. Təşəkkür edirik. Həm öz adımdan, həm iştirakçılar adından sizə təşəkkür edirəm. Müşfiq müəllim, Əminəm mən ki, digər təşəkkür şəxslər edirəm. üçün də faydalı oldu. Bəli, çox maraqlı oldu. Əlavə Çox bir sualınız olarsa bizə bildirə bilərsiniz, Aynur xanıma bildirərik. Çox sağ olun. Mən təşəkkür edirəm Müşfiq müəllim dəvətiniz üçün. Mənim üçün də xoş oldu. Bu qədər maraqlı auditoriya ilə həm söhbət eləmək, həm bəzilərini tanımaq. Bu da bir şəbəkədir. Burada da hər kəs bir-biri ilə artıq şəbəkələşmiş olur. İnşallah gələn nə vaxt təlimlərdə də dəvət İnşallah etsək. Mingəçevirə gələn olsa görüşə bilərik.
Daha yaxşı İnşallah şəbəkələşə görüşərik, bilərik. bəli, dəvət edirik, şəbəkələşə bilərik. Sağlıq olsun Təkin. Nə vaxtda yenə oldu təlimləriniz, suallarınız, mən buradayam. Gənclərimizi maarifləndirmək bizim milli mənəvi borcumuzdur. Nə öyrənmişiksə, öyrəndiyimizi də öyrətməyə, belə deyək, mənəvi borcumuzdur. Təşəkkür edirəm hər birinizə. Çox sağ Sağ olun. olun. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı, çox sağ olun. Sağ olun.